Hə, uşaqlar, yeni qoşulanları da salamlayıram. Buyurun uşaqlar. Azərbaycan dilində vəziyyət deyəsən biraz normaldır, amma ədəbiyyat lap ağır imiş. Deyin gəlsin. Kimdə neçə oldu? Məndə 3 dənə səhv var. Elə 3-ün texniki səhvləmişdim. Yəni onları düzəltdim. 3 dənə səhvim var ümumi. Ədəbiyyat bəs. Ədəbiyyatı deməyim mən. 15 keçmisən? Bəlkə də yox. Vay vay. Cavid ədəbiyyatda neçədir? Ədəbiyyat 21 oldu. Qəbulda mayda neçəsini yazmışdın? Deyəsən 13 idi ya da 12. Yaxşı. Əgər Cavid sən burada yəni 20 keçirsənsə, inşallah qəbulda da keçərsən, ümid eləyirəm. Hə, getdik, deyin gəlsin. Nuray neçə oldu ədəbiyyatın? Sadıqova. Ana dilindən 2 dənə səhvim var, ədəbiyyatdan 5 dənə səhvim var. Hı -hı. Məmmədova, səndə necədir vəziyyət? Ədəbiyyatdan 20-dir, biraz az ilə zəif gəldi. Yaxşı uşaqlar, deyin gəlsin, görək problem nədədir? Getdik, buyurun, 7 eşidirəm. var. 7. 4 var. 4'e bakın ben. Mən 1. var hemen. Getdik, 1, 2 sırayla gedirik o zaman. Diaqrama görə fərqləndirilən sözə əsasən uyğunluğu müəyyən edin deyir. Nə? Nə mən vurdum, nə sən yıxıldın. Uşaqlar, əgər 2 dəfə nəni görürsənsə, bu inkar bağlayıcısıdır. Amma topluda yeri gəlmişkən bir nümunə test var idi, onu da deyim. Nə, ki. Belə olanda sən bunu 2 bağlayıcı kimi götürəcəksən. Deməli, topluda yeni tipli bir test var idi. Orada 2 dənə bunu ayrı-ayrı bağlayıcı kimi saymışdıq. Amma belə məqamda biz bunu bir bağlayıcı, inkar bağlayıcısı, mürəkkəb bağlayıcı hesab edirik. Sifətin qarşısında gələndə nə də ədat olur. Biz bunu dəfələrlə danışmışıq. Necə, çox, nə tipli sözlər sifət qarşısında gələndə ədat olur. Deməli, burada bağlayıcıdır. Hə, yazdım da. Burada da ədatdır. X-də xəbərin necə işlənməsindən asılı olaraq qrammatik norma pozula bilər. Fərqləndirilən sözə görə xəbərin necə işlənməsindən asılı olaraq, bəli, əgər cümlədə inkar bağlayıcısı varsa, xəbər nə olmalıdır? Xəbər mütləq cümlədə təsdiq olmalıdır. Əgər xəbər inkarda olsa, nə olur onda? Dilin qrammatik norması pozulur. A o zaman bağlayıcıya aiddir, bura yazıram. Cümlədən çıxarılanda təsiri güc azalır. Təbii ki, bu ədatın qaydasıdır. Bunu bura yazırıq. Leksik məna heç birində yoxdur. C-ni ortaya yazırıq. Əsas nitq hissəsi ilə amonim ola bilər. Hə, nə sual əvəzliyi ola bilər? Yəni, ikisi də ola bilər. Hə, heç nə. Onu da bunu da ortaya yazırıq. O zaman A, C, D, B. A, C, bəli, C variantı. Növbəli yazmışsınız, nədəki bu da inkar bağlayıcısıdır. İnkarda ayrı sayırıq burada. Nə, də. Sonra Nə mənada gedir onda burada? İnkar və tabesizlik bağlayıcısı. Yəni 4 dedilər deyəsən. Yok 4'ten kabak kimse 2 demişti. 4'ü ben demiştim. Nə bilim. Mən 4-ü 2-ni izah edeyim. Yox, darıxmayın. Bu günlər biraz mən danışım, bəzi şeyləri izah edirəm. Siz səssizləşəndə sizi danışdıracağam, yoxlayanda, hələ ki yaxşısınız. Zərfi müxtəlif məna növləri işlənmiş cümləni müəyyən edin. Uşaqlar, mən il boyu bir şey bağırıram da, ay uşaqlar, zərflə zərfliyi qarışdırmayın. Zərf morfoloji vahiddir, zərflik sintaktik vahiddir. Məna növü, zərfin 4 məna növü var. Hansılardır? Tərz, hərəkət, zərfliyi, zaman, Kimiyyət, yer zərfliyi, bir də Heç nə. Tərz, zaman, yer, miqdar, kəmiyyət. 4 dənə. miqdar. Səbəblə Bəli. məqsəd zərfliyin növüdür. Zərfin növü deyil. Müxtəlif deyil, müxtəlif. Tez ayağa qalxdı, sürətlə qapıya yaxınlaşdı. Tez və sürətlə, nə tərzdə? İkisi də tərz bildirir. Mənaca, ümumiyyətlə burada zərf var. Burada zərf Deyil. yoxdur. Ca burada nədir? Ədat, Ədat. yoxsa qoşma? Yox, qoşma.
Bəli, bir canı götürüb yerinə qədər görə ilə əlavə edə bilirdiksə qoşma deyirdik. Dərya çalxalandıqca, burada dıqca feili bağlamada ümumiyyətlə zərf yoxdur. Yuxarı yer zərfidir, cəhd də tərz hərəkət zərfidir. Ona görə cavab D variantıdır. Axşamdan bu isimdir. Demişik ki, orada ismə dair şəkil ki varsa isim götürürsən. Günorta bir dənə burada zaman zərfi var. Başqa da heç nə yoxdur, qurtardı. Cavab D-dir. 4 idi, səndə Gövhər. Bəli, müəllimə, mən səhvim idi 4. Deməli, deyir uyğunluğu müəyyən edin. Yazaq sonra variantı taparıq. Bağlayıcı sözlə bağlamış tabeliyim. Bağlayıcı söz nədir Gövhər? Sual funksiyasını itirən əvəzlik. Sual əvəzliyi. Düzdür, əsasən bu olur. O yerə ki, o vaxt ki, o zaman ki tipli nümunələr olsa, o da bağlayıcı sözdür. Bağlayıcı ilə bağlanmış, bu söhbət tabeliyik bağlayıcısından gedir. Bağlayıcı ilə bağlanmış, burada bizə nə lazımdır? Tabesiz mürəkkəb. Nə söhbətdən sonra, bu söhbətdən sonra nə molla onu başa düşdü, nə də o mollanı, nə demişəm uşaqlar bu tipli nümunələrdə nöqtə olanda əslində nə olur? Xəbər təkrarlanmalıdır. Başa düşdü. Təkrarlanır, bərpa edirik. Bəli, fikrən bərpa edirsiniz və başa düşdü ki, başa düşdü ki, molla. Hər xəbərin ayrı mübtədası olur. Tərəflər də nə də ilə bağlanıbsa tabesizlik bağlayıcısı, nəni götürürük. Orada olur bağlayıcı ilə bağlanan mürəkkəb cümlə. A-nı yazdıq 3-ə. Nə vaxtdan belə danışmağa başlamısan, bəlkə olanlar yadından çıxıb. Burada nə vaxt sual funksiyası daşıya bilərik, amma daha doğrusu sual əvəzliyi ola bilər, amma sual funksiyası daşıyır. Nə vaxtdan belə danışmağa başlamısan, olanlar yadından çıxıb. Başlamısan sən, yadından çıxıb nə olanlar. Aha, deməli danışmağa başlamısan sən, yadından çıxıb olanlar, hər tərəfinə ayrı mübtədasını ya var ya da bərpa edə bilirəm. Tərəfə belə olanda vəni tutalım ki, ammanı artıra biliriksə, nə olurdu bunda? Tabesiz mürəkkəb cümlə. Sanı yaxud da keyini artıra biliriksə, nə olurdu? Tabeli mürəkkəb cümlə. Ən qısa yolda belə deyirdik. İndi nə vaxtdan belə danışmağa başlamısan, amma olanlar yadından çıxıb, ammanı artırdın. Deməli, bu bağlayıcısız tabesiz mürəkkəb cümlədir Gövhər. Ona görə bunu yazmıram, çıxıram. Adətən uyğunluq testlərində 70, 80, bəlkə də 90% deyim də uşaqlar. Bir dənə cavabınız kənarda qalır. Uyğunlaşdırmırıq biz çox vaxt. Yəni, məcbur deyilik hamısını uyğunlaşdırmağa. Diqqətli olun. Elə ki, mal-qara örüşdən qayıdardı, ana mirəkləri sağmağa başlayardı. Elə ki, bu heç. Burada nə ilə bağlanıb? Heç nə də. Qayıdardı nə mal-qara. İnəkləri sağmağa başlayardı. Başlayardı kim? Anam. Və-ni də artırsam tərəfə. Bu bağlayıcısız yenə də tabesi mürəkkəb cümlədir. Onda bunu da silirəm. Rəngi ağarmışdır çünki varsa tabeli bağlayıcıdır. Tabeli bağlayıcı varsa mütləq tabeli mürəkkəb cümlədir. Onda bunu yazdıq buraya. Gecə kəndin kənarına itlər hürüşdü. Sonra isə bu bağlayıcı sözü gərək buraya yazardım. Bayaqları nə dedim? Aha, bunu getdim. Bunu atladım burada. Bir dənə qayıdacam bura. D düz yerindədir. Uşaqlar, o yerə ki, o vaxt ki, o zaman ki tipli nümunələr var. Əslində orada qayda belədir. İşarə məzmunlu söz iki ədatı ilə birləşəndə bu nə olur? Bağlayıcı söz. Bəli, bağlayıcı söz olur. Ona görə də burada bunu bağlayıcı söz götürürəm. C-ni bura yazıram. Çünki hürüşdü nə? İtlər. Sükuta qərq oldu nə? Hər tərəf, hara hər tərəf. İsə ilə də bağlandığı üçün bu bağlayıcı ilə bağlanmış tabis mürəkkəb cümlədir. Gövhər. CD, YA varmı? CD hardadır? CD, YA. Niyə elə cavab yoxdur? Müəllimə, Var da B Bəli. variantı. Hə, buradadır, bəli. Bəli, Akif. siz C-nin birinciyə aid elədiniz bağlayıcı söz məsələsini. Bəli. Orada o elə kini götürdünüz bağlayıcı söz Bəli, kimi. bəli, bəli. Onun qarşılığında mən yerinə qoyub şey eləyə bilərəm. Yəni Məcbur deyilik, mütləq deyil qoyasınız. Düzdür, bağlayıcı, biz qarşılıq sözü keçmirik ki sizlə, düzdür? Onlar proqram xaricidir abituriyent üçün. Niyə? Çünki onların müəyyən istisnaları var. Sual əvəzliyi olanda, bu da cümlədə, baş cümlədə onun qarşılıq sözü olmalıdır. Amma işarə məzmunlu sözlər elə ki, o vaxt ki, o zaman ki, tipli nümunələrdə o, məsələn, elə ki, mal-qara qayıdardı,
Məsələn, o zaman anam inəkləri sağmağa başlayardı. Laf fikrinə düşünə bilir. Yəni cümlədə olması mütləq deyil. Onun üzərində getmirik də, o bizə tədris deyil. Başa düşdüm abi. Çox sağ ol. Müəllimə, Bəli. bu bağlayıcı sözlər olanda budaq baş gedir də sıxım. Bəli, bəli. Mən Sonra tabesiz mürəkkəb cümlə belə tapdıqda biz ammanı qoyub tapmaq olar da, yəni verməyə bilər ammanı. bəli, bəli, bəli. Qarşılaşdırma əlaqəli tabiiz mürəkkəb cümlənin bağlayıcılı və bağlayıcısız forması var. Onu fikrən bərpa edə bilərsən. Oradakı qrammatik əsas tapandan sonra baxmaq lazımdır ki, tərəfə hansı bağlayıcı, hansı məzmundadır bu tərəflər. Sonra uşaqlar 7 var. 6 var məndə. cümlələrə əsasən müəyyən edin. Şahım Qarabağın şeyxidir gələndi, gəlsin. Deməli, doğru birinci cümlədə şahım xitabdır. Qarabağın şeyxidir gələn. Burada belədir də Qarabağın şeyxi ismi birləşmə olduğu üçün xəbər. Kim? Gələn mübtəda. Sən de, o gəlsin. Bu sadə cümlədir uşaqlar. Sən de ki, o gəlsin, fikrən ikini artırdım. Bu da tabeli mürəkkəb cümlədə hər tərəfə də ayrı mübtəda bərpa etdim. Birdə deyir ki, iki cümlə üzvü işlənib, düz deyil, mübtəda və xəbər. Kəsişmə yoxdur da, hər birinə ayrı-ayrı getməliyəm. Ona görə də birinciyə bu doğru hökmdür. Bizə uyğunluq lazımdır. Doğrudan doğru yəni lazımdır. Mübtəda tamamlıq yox idi. İkini çıxıram. İndi birinci cümlə ilə bağlı səhv tapmalıyam. Yanlışdan yanlış. Əsas nitq hissələrindən ikisi müstəqil cümlə üzvü kimi işlənib. Uşaqlar, şah isimdir. Amma cümlə üzvü deyil də. Şah xitab olduğu üçün bunu sən götürməyəcəksən. Burada bir dənə feil mübtədadır. Qarabağın şeyxi ismi birləşməli. Deməli, bu hökm səhvdir. Yanlışa da verib. Yanlışa verib. Bunu götürdüm, bunu götürdüm. 1-in 4-ün olduğu da cavab budur. Niyə 5? Niyə 3 yox? İkinci cümləyə baxırıq. Bir qrammatik əsası var. Dedim ki, tabeli mürəkkəbdir. 3 ona görə səhvdir, amma doğruya verib. Xəbərlər eyni şəxsə aiddir, səhvdir. Eyni şəxsə aid deyil. Sən de, o gəlsin. Ayrı şəxslərə aiddir. Səhvdən səhv. 4-5 cavab C-dir. Sonra. Müəllimə, müstəqil cümlə üzvü dedikdə biz söz birləşmələrini götürmürük də, ancaq nitq hissələrini götürürük. Yo, söz birləşmələri də müstəqil cümlə üzvü ola bilər. Söz birləşmələri Hə. başqa birləşmənin tərkibi də ola bilər. Şərt sənə onu başqa cür deyir. Deyir ki, əsas nitq hissəsi müstəqil cümlə üzvü kimi işlənib. Hə, onda Aha. sən da bunu getməli deyilsən. Gövhər, Qarabağ və Şeyx artıq burada birləşmə yaradıb. Biz onu söz birləşməsi deyib sintaktik vahid kimi kənara qoyuruq. Burada nitq hissəsindən söhbət gedirsə, gələn feili sifət, yəni feil, bunun sadəcə cümlə üzvü olmağına baxırıq. Fikrim aydındır. Mən bir də o dedinizə bir qrammatik əsası var. Orada 2 dənə xəbər olduğu üçün o səhvdir də. Həm də ki mübtədanı bərpa edə bilirik deyə. Həcəl, nə yazdım bura? Tabeli mürəkkəb cümlə. Hə. Tabeli mürəkkəb və tabiiz mürəkkəb cümlələr ən azı 2 qrammatik əsasdan ibarət olmalıdır ki, bu mürəkkəb cümlə olsun. 2 və daha artıq qrammatik əsası olan cümlələr mürəkkəb cümlə adlanır. 7. Nümunədə edəbiyyatın hansı norması pozulub? Belə deyəndə bir norma da ola bilər. 2. Soy bayramdır. Xəbər inversiya varsa, inversiya nədir bu? Qrammatik norma. Sonra əqli olan ona gətirər tabı. Sənin tək qoşması biçik yazılmalıdır. Biçik yazılmayıbsa hansı normadır uşaqlar? Fonetik. Yazı ilə bağlı nə görürsənsə, durğu işarəsi nə görürsənsə fonetik normadır. Tək oğlana deyil hesabı, hər şeydən eyləyib qubar ağlarsan. Dərddir qubar sözü, bu düzdür. Deməli, fonetik və qrammatik. Şeirlərdə ədəbiyyat parça nümunələri verirsə, burada təsvir ifadə vasitələri ola bilər, obrazlıq ola bilər. O norma pozuntusu demək deyil. Nə demişdik? Leksik norma, frazeoloji birləşmə və təsvir ifadə vasitələri leksik normada pozuntu hesab edilmir. Sonra 9. 9. Yer zərfliklərinin əlavəsi işləndiyi cümləni müəyyən edin. Uşaqlar, yox, bir-iki məsələni qabartmaq istəyirəm burada. Yer zərfliklərinin əlavəli işləndiyi cümlə. Bu yer zərfliyi deyəndə bəzən uşaqlar atlayır, tək başına haraya sualını verdi mi? Deyir, hə zərf, elə deyil. Sən əgər şərtində tamamlıq, əgər sən şərtində zərflik görürsənsə, mütləq nə etməlisən?
onu cümlənin xəbəri ilə Xəbərlə əlaqələndirməlisiniz. əlaqələndirməliyik. Əgər əlaqələndirə biliriksə, onda deyəcəksiniz ki, bu müstəqil tamamlıq ya da ki, zərflikdir. O buradan uzaqlaşandan kənd çox dəyişmişdi. Dəyişmişdi xəbər. Nə dəyişmişdi? Kənddə. Hara dəyişmişdi? Kənd. Nə zamandan dəyişmişdi? Buradan, hətta o buradan uzaqlaşandan və o buradan uzaqlaşan görürsüz fe'li sifət tərkib isimləşib dan çıxışlığı qəbul edib. Buradan haradan sualına cavab verə bilər ha, amma tək başına buradan dəyişib deyə bilirəm. Məntiqsiz olaraq o cümlədə. O buradan dəyişmişdi. Yox. O buradan Uzaqlaşandan. uzaqlaşanda dəyişmişdi. Bu variant daha məntiqlidir. Nə edirik onda? Bunu silirik, əlaqələndirə bilmirik və burada birləşmənin aslı tərəfində əlavə var. Cümlə üzvünün əlavəsini hesab etmirik. Nə üzv götürüm onu? O buradan doğulduğu kənddən uzaqlaşandan çox. O nə zamandan dəyişib? Bu zərflikdir, bütünlüklə. Nəyə ifadə olunub? Fe'li sifət tərkiblə ifadə olunub. Deməli, biri çıxıram, bizə uyğun deyil. Bizim torpağın o tayında pambıq əkilən yerdə ova kiçik bir daxma var idi. Var idi, hə. Bu ola bilər. Var idi xəbər. Nə var idi? Daxma var idi. Harada var idi? Bizim torpağın o tayında var idi. Görürsünüz, müstəqil xəbərlə əlaqələndirə bildim. Deməli, bu müstəqil yer zərfliyi. Torpağın o tayı, yəni pambıq əkilən yer. Zərfliyin əlavəsi var burada. 3'ü götürdüm, amma 2'ni ötürmüşəm. Kəndimiz gözəl və mənzərəli bir yerdə çayın kənarındadır. Burada Orada nədir dörd uşaqlar? bərpa edir. Xəbərin Xəbərin əlavəsidir. əlavəsi olur. Bəli. Harada deyib də aldanmırıq, çünki trenin sağındakı nümunədə dır var. Bu nədir? Onda xəbər əlavəlidir. 2'ni də çıxmalıydım. 1'i də çıxmışamsa, heç 2'yə ehtiyac yox imiş, variantdan çıxmışam. 3'ü götürmüşüksə, cavab onda 3, 4'dür. Niyə 4? Rasim oraya uşaqlıq illərini keçirdiyi kəndə yola düşmüşdü. Yola düşmüşdü xəbər kim? Rasim. Hara? Ora yola düşmüşdü. Yəni oraya uşaqlıq illərini keçirdiyi kəndə bütünlüklə zərflik. 4. 3, 4 cavab adı. Bəs niyə 5 olmazdı? Biz geri kəndə qaydanda hər şey darıxma. Biz geri kəndə qaydanda hər şeyin şahidi olduq. Şahidi olduq xəbər kim? Biz şahid olduq mübtəda. Biz nə zaman? Yox, hər şeyin şahidi olduq. Söz götürməliyəm. Nə zaman geri qaydanda fe'li bağlama tərkib bütünlüklə zaman zərfliyidir. Burada da birləşmənin az tərəfi əlavəlidir. Deməli, bizim cavabımız oldu 3, 4. İndi eşidirəm. Kimə nə aydın deyil? Mən birinci cümlədə bu uzaqlaşanana qədər bu hamısını indi biz zaman zərfliyi götürdük bunu. Bəli. Hə. Sonra? Mən bir də ki, biz uzlaşmanı da, xəbərlə uzlaşmanı da əsas götürməliyik, eləmi? Mütləq. Uşaqlar, cümlə özlərinə dair sual görürsənsə, yəni sənin sualın şərtində mübtəda mı deyir, tamamlıq, zərflik mi deyir? Yəni elə hər subyekti görüb də biz mübtəda da deyə bilmərik. Sintaktik əlaqələnməni mütləq yoxlayıb, icra edib əmin. Məsələn, burada hansı cümlə idi orada? Bax, elə bu birin özündə. Baxan kimi o elə bilirsən ki, mübtədadır, düzdür? Amma təhlildə nə tərk etdik? Dəyişmişdi xəbər nədir? Hara dəyişmişdi? Kənd dəyişmişdi. Görürsünüz, mübtəda kimi o dəyişmişdi deyəndə belə ilk baxışda deyə bilirsən, cümlənin məntiqinə uyğun gəlmir. Burada söhbət kəndin dəyişməyindən gedir. Deməli, cümlədə haqqında danışılan kənddir. Əsas olan kənddir. Sonra. 11 var məndə. 11 müəllimə. İntonasiyanı dəyişməklə hansı cümlələrin nəqli cümlə kimi işlətmək mümkün deyil? İzah elə Günel, bu adətən məntiq testidir. Bu topluluqda da var buna dair neçəsi. Nəqli cümlə ümumiyyətlə biz bilirik ki, xəbəri əmr şəklində ola bilməz. İndi zərif bunları necə başa düşsən? Burada ümumiyyətlə sual cümləsi ola bilər, amma düşsün burada sın, od başa düşsün də. Yəni bu əmr şəklidir, sın, sin, sun şəklidir. Ona görə bunu biz nəqli cümləyə çevirə bilmək. Biri götürdüm. Həmin anda Kərəm heç nə demək istəmirdi. Burada istəsin kökü m-ir deyil. Yəni burada xəbər şəkli nəqli cümlədə ola bilər. Ona görə götürməm bunda. Yəni birazdan hər şey unutulacaq. Unutulacaq sözü, unutmaq sözü kökü illeksi, acaq burada xəbər şəkli. Onlar da içəri gəlsinlər, onlar gəlsinlər. Burada sınf pluslar, yəni xəbər əmri şəkildə, əmri şəkildə nəqli cümlə olmur, əmr cümləsi olur yəni 1 və 4-dür. Uşaqlar, bunun qısa yolu konkret olaraq budur. Nəqli cümlədə nə işlədə bilmərik? Çünki nəqli cümlə heç vaxt feilin əmr şəkli ola bilməz. Heç vaxt.
Heç nə, əmr şəklində olanları götürürsən, cavab 1-4. Aydındır. Durub biraz da elə testlər var məntiqlə gedir. Heç bu məntiqə ehtiyacı qalmadı. Elə bildim o topluda olan sırf intonasiyaya görə dəyişən testlər var. Heç onlardan deyil. Çox rahat. Harda əmr şəkli varsa götürürsən. Çünki heç vaxt nəqli cümlə ola bilməz. Yeri gəlmişkən bir dənə sual verirəm sizə. Hansı tip feillər biz sadə cümlənin məqsəd intonasiyaya görə növünün hamısında işlədə bilərik? Hamısında. Nəqli. Nəqlidə. Yox, hansı tip feilləri biz sadə cümlənin məqsəd intonasiyaya görə bütün növlərində işlədə bilərik? Yəni məlum, məhcul, qayıdışdan söhbət gedir də, hə? Yox. Deyirəm ki, hansı tipdə, hansı formada olan feilləri Təkliflənməyə. Xəbər şəkli. yaxşı sualı biraz da konkretləşsin. Feilin yəni bu feil hansı formada olmalıdır? Konkretləşdirəndə və hansı şəkildə olmalıdır ki, hansı şəkil sualı dəqiq olmur da, mən elə forma soruşmalıyam. Feillər hansı formada olmalıdır ki, uşaqlar? Bir neçə tip nümunə deyə bilərik ona. Həmin tip feilləri biz görüntü olaraq hamısında, sualda da, əmrdə də, nidada da, nəqlidə də görə bilərik. Sadə. Sadıqova, bildin nə deyirəm? Nə soruşuram? Bilmirəm. İnternet dağıtdı, tam eşitmirəm. İndi eşidirsən məni? İndi eşidirəm, bəli. Deyirəm ki, hansı formada olan feillər, mən indi bax sənin şərtdə nə qabardıram? Deyirəm ki, əmr şəklində olan feil heç vaxt nəqli cümlədə ola bilməz də, düzdürmü? İndi deyirəm, dilimizdə bəzi bir qrup feillər var ki, onları biz növlərin hamısında işlədə bilərik. Görüntü olaraq növün hamısında işlədə bilərik. Xəbər şəklində olan Xəbər feillər. şəklində olan feillər. Yox, uşaqlar, yaxşı deyim, yadınıza düşəcək. Baxaq, çataq, bilək. Arzu da olar, bu xəbər, əmr. Bəli. Bildiniz? Məsələn, qaçaq, çatdıq, bildiniz? Hı. Bəli, bəli. Akif nətər bildin? Bax sözün kökü də aq parçalandı, arzu oldu. Bir də bax sözün kökü aq olanda bütöv götürən oldu əmr şəkli. Yəni bütün növdə ola bilər. Əmrdə də olar, arzuda ola bilər. Sualda da olar. Yaxşı. İndi izah edeyim kim aydın deyilsə. Deməli uşaqlar, birinci şəxsin cəmində əmr və arzu şəklində olan feillər yazışı və deyilişi eynidir. Amma onların tərkib təhlili başqadır. Yəni əmr olanda kök və qrammatikdən ibarətdir. Arzu şəkli olanda kök, a arzu, q saitini itirmiş şəxs onluğu kimi təhlil edirik. Hamısı belə gedir. Bunu əmr kimi götürəndə, yəni bax bu versiyada götürəndə, deməli əmr cümləsinin xəbəridir. Amma bu versiyada götürəndə arzu şəkli bu gedib sual cümləsində, nəqli cümlədə, nida cümləsində də ola bilər. Əslində əmr şəkli nidada, sualda da ola bilər. Burada problem nəqli ilə əmrin toqquşmasıdır. Yəni birdən sizə sual gələr ki, hansı tip feilləri biz həm əmrdə, həm nəqlidə görə bilərik? Biz də burada qayda kimi deyirik ki, nəqli cümlənin xəbəri heç vaxt əmrdə ola bilməz. Deməli bu tip feillərdə biz onu görə bilərik. Fikrim aydındır hamıya. Kimə nəsə aydın deyilsə, buyurun. Aydındır müəllimə. Yaxşı. Dərsdə əslində bu məsələni danışmışıq. Bir neçə test də işləmişik buna dair. İndi yeri gəlmişkən vurğuladım ki, qaydada təkrarımız olsun. Sonra 13. vurğu işarələrini ardıcıllıqla müəyyən edin. Doğrudan da fikrə münasibət var modal olduğu üçün. Kolxozun bütün baş bilənləri sədirdə, briqadirdə, bu bütün baş bilənlər yəqin ki, olsun burada o, nə ümumiləşdirici, bu fikri tamamlayım. Sədir, briqadir, bu ilki vəziyyətdə məhsuldarlığın aşağı düşməsi çox narahat idilər. Hə. Hə, heç nə, belə gedək də onda. Deməli, vergüllə başladım, vergüllə başlayıramsa 4-lə başlamalıyam. 4-lə başlamayan variantları silirəm. Burada düzək də var, sonra ümumiləşdirici olduğu üçün, ümumiləşdiricidən sonra nə olmalıdır? Qoşa nöqtə, sədir, briqadir həmcins üzv olduğu üçün, həmcinslər arasında nə olur? Vergül qoyulur. Bu ilki vəziyyətdən, yəni Burada da tre qoyulur müəllimə. bəli, vəziyyət nədir? Məhsuldarlığın aşağı düşməsi, bu da əlavə var. Deməli, modala görə vergül, ümumiləşdiriciyə görə qoşa nöqtə, həmcinslərə görə vergül, əlavəyə görə də tire.
İkinci bizdə nə gəlməlidir? İkinci bizdə qoşa nöqtə gəlməlidir. Ona görə cavab B variantı. Aydındır? Bəli. Sonra. 16-ya baxaq da. 19-a baxaq da. Feildən düzələn iki sifət var. Feildən sifət. Zahiri Amma müəllim. mən düz yazmışam, mən düz yazmışam. Bağışlayın bizə dəqiqə. 18-ə baxaq da. Müəllimə 18-ə baxaq. Tərkib hissələrindən biri tabiiz mürəkkəb cümlədən ibarət olan tabeli Zahiri. mürəkkəb. Bax, Gövhər deyir ki, tərkibdən biri tabesiz mürəkkəb olsun, yekunda tabeli olsun. Deməli, burada minimum neçə cümlə var? 3. 3 dənə, bəli, 3 dənə cümlə var uşaqlar. Minimum 3 dənə cümlə. Çünki elə şey ola bilməz də, cümlənin bir tərəfi tabeli, bir tərəfi tabesiz. Yəni mütləq ki, ya bu tabeli, ya da tabesizdir. Deməli, bizim əsas cümləmiz tabelidir. Onun bir tərəfində də tabesizlik, həmcizlik mürəkkəb cümlə yox. Yəni bərabər hüquqluluq var. Kimi izah eləmək istəyən? Müəllimə, bu mövzunu həmişə səhv eləyirəm. Nə qədər də təkrar oxuyuram. Yaxşı, qoy bunu özüm mən Zahiri. izah eləyim, xırdalayım. Yox, darıxma, qoy izah eləyim. Bu bayaq da səndə mürəkkəb cümlədə problem vardı. Bəli, Gövhər, dərsdə izahı bizdə dərs prosesində videolar var. Məncə qrupda atmışam da, onlardan səhifəyə getsən, onları izlə. Amma Yaxşı, əsas testin tətbiqidir. Tabeldə əsas məsələ başlığa bağlayan vasitəni bilmək lazımdır. Bir də tabesizdə də qrammatik əsası fərqləndirmək lazımdır. Bax ki varsa, nədir bu? Heç nə. Yəni bu düşünmədən əminliklə deyə bilərsən ki, bu tabeli mürəkkəb cümlədir. Virgüllə işlənibsə bağlayıcı da baş, sonra gəlir budaq. İki tərəfdən ibarətdir. Bizə minimum 3 cümlə lazım idi. Bu heç. Əgər görürəmsə şərt bağlayıcısı varsa nə olur? Birinci budaq, burada saat cümlə bölündü, onu özü ilə şəhərə aparacaq və təhsil almasına yardım edəcəkdir. Bax, aparacaq xəbər. Kim aparacaq? O aparacaq. Yardım edəcəkdir kim? Yenə də o. Deməli, bax, bu xətt qoyduğum cümlənin sərhədidir. Bu tərəf baş cümlədir. Baş cümləm necə olur? Həmcins xəbərli sadə cümlə. Nəticədə bir cümlə, iki cümlə. Sadəcə ikinci cümləmiz həmcins xəbərlidir. Aydındır Gövhər? bəli müəllimə. Yaxşı. İndi yəni bizim cavabımız B ola bilməzdi. Yaz gəlməyə başladı mı? Görsən M-nı görürəm, amma cümlədə sual yoxdur. Deməli M 4 dənə ədəd var da. M, belə, da 3 dənə ədəd. Bunlar tabeldə başlığı bağlayır. Dedim. M, belə, da. Bunlar tabeldə başlığı bağlayan vasitədir. M ilə bağlananda birinci olur budaq. Və cümləmin sərhədi bax burada. Çöldə quyluqaldan qulaq tutulur. Tutulur xəbər. Nə tutulur? Qulaq tutulur. Bu oldu bir qrammatik əsas. Hamı əkin, səpinlə məşğul olurdu. Məşğul olurdu kim? Hamı. Bu da ikinci qrammatik əsas. Aydındır, bax bu bir. Bu da ikinci qrammatik əsas. Hə. Ona görə də cavab C variantıdır. Hələ bunu biraz da qəlizləşdirə bilərdi. Nə bilim, birinci budaq sonra baş gəlib deyə bilərdi. Baş cümlə tabisi mürəkkəb cümlədən ibarətdir deyə bilərdi. Nə yazmışdın? Müəllimə B yazmışdım. Bildində niyə olmaz? Bəli müəllimə. Amma B variantında baş işarəsi qoymuşsunuz, sonra da budaq. Necə yəni? Bu budaq deyil, bu o şəxs əvəzliyidir. Mübtəda ilə O uzlaşma. yazılır, bildim mən. Topuldakı Ben- testlərdə də mən problem yaşadım. Bundan istəyirəm oturub təzədən bir də işləyəm onları. Yəni orada da Mütləq, çox səhvim çıxmışdı topluda. Toplulu mürəkkəb cümlə bölməsinin ümumisi var ha. Xüsusilə də açıq sualların, işlər nə sualın olsa yaz. Bu həftə mütləq də sual vardı imtahanda, mütləq bir dənə sual var. İmtahanda Mən də- səhv eləmişdim müəllimə. Birinci şansda səhv etmişdim bu mövzunu. Bircə dəqiqə uşaqlar qayıdıram, üzrlü sayın. Sonra Müəllimə, 19-da niyə biri götürmürük? məşhur sözünün sinonimləri işlənmiş. Tanınmış Eyni feil. nitq hissəsi olmalıdır. Nitq hissəsi. Sinonim sualında Allah mən sizə izah eləyəndə həmişə bu nə deyirəm? Deyirəm sizə sinonim, antonim dedisə, bu ibtidai sinif uşaqlarından soruşulan məsələdir. Əgər sən abituriyentsə, sən nə sinonim soruşursan, nəyə diqqət eləməlisən? Nitq hissəsinə. Hissəsi eyni Nitq hissəsi. olmalı. Yəni sənə sinonim sual tələbi qoyulubsa, sənin birinci işin nitq hissəsinə baxmaqdır. Məşhur sifətdir, tanınmış feili sifətdir. Feili sifət nədir? Deməli feildir.
Tanınmış feildir. Ola bilməz. Sinonimlər eyni hissəsi olmalıdır. Bildim müəllimə. Ədəbiyyata 20-yə baxaq. baxaq da 20. Tərkibində modal söz kimi işlənə bilən feillərin olduğu cümlə. Hə, izah elə. Aha. Bizə deyir ki, burada 20 sualda tərkibindəki modal söz kimi işlənə bilən feillərin olduğu cümlələri müəyyən edin. Aha. Bir də deyir ki, bizə yaxşı qoşul bizə. Burada yaxşı modal sözdür, amma ümumiyyətlə yaxşı mən feil kimi işlədə bilmərəm də. Modal sözdür, amma feil Tərk kimi yox. edirsən, tərsinə gedirsən. Sən feil tapmalısan ki, buradan başqa yerdə feil kimi işlənsin. Modallara Feil tapmaya- köklənməməlisən, feillərə köklənməlisən. Bax, görsən feili işarə qoydun, feilə köklənməlisən ki, buradan başqa yerdə modal olsun. Hə, bildim. Burada görünür söz ola bilər. Burada feilli bir başqa yerdə modal söz ola bilər. Deyəsən sözü feil ola bilər, bir başqa tərəfdə modal söz ola bilər. Bir də gərək sözü, məsəl arzu şəklində ola bilər, xəbər şəklində ola bilər. Bir tərəfdə yox, gərək sözü gərək ki olsa modaldır, gərək olan da ədatıydı. 4 və 5 demək sözü bir də olmalıdır. Demək feil ola bilər, bir də başqa modal söz ola bilər. Bu deyəsən olsa modaldır. Sonra gərək Hə, o ədatdır. Hə, 2-ni mən də qoymuşdum, soruşdum ki, niyə olmur? Uşaqlar, gərək ədatdır. Gərək ki modal söz demişdik. Hə, bəli, bunu qeydini eləyin. Gərək ki modal sözdür. Bunları demişik. Bu modal sözdür. Belə bax, belə bənzər qeydləri mütləq yazın. Bu qəbulda istifadə olunub açıq sualda. Bir neçə il əvvəl. Həcər aydındır. Burada görünür feildir, yəni cümlənin xəbəridir. Demək, burada məstər mübtədadır, amma buradan yerdə, başqa yerdə modal kimi işlədə bilərəm. Görünür sabah hava tutqun olacaq. Demək, sınaqlarımız yekunlaşır. Artıq imtahanın vaxtıdır. Məsələn, modal kimi işlətdim. Sonra. Anladım müəllimə. Müəllimə Elə həftə 25-ə baxaq. axırıncı sınavımızı. Hə? Elə bu həftənin 6-cı günü axırıncı sınavımızdır. Yəni bazı şənbə günü. Yox, 3-cü gün axırıncı sınağımız uşaqlar. 6-cı gün dərs ki yoxdur, istirahət. Yəni İmtahanı bu vaxt bizim axırıncı günümüzdür. Vidalaşırıq. vidalaşmırıq. 3-cü gün. 3-cü gün sınaq qrupunda Hə. yekunlaşdırırıq. Onsuz da burada oturan uşaqların hamısı dərs qrupunda oturanlardır. Sınaq qrupu adı ilə qoşulanlar sonradan video ilə gedir. Ona görə də yekunda bizim 5-ci gün dərsimiz inşallah ki ayın 3-ü yekunlaşır. Tamam. Gedirsiniz istirahətə. Çəkilirsiniz istirahətinizə. Aynen sizə səslənir. Zarafat edirəm. Nə istirahət? Abituriyent nə edir istirahəti? Hələ ki 10-cu siniflərdir. Tapşırıqlar verəcəm yayda. Paralel. Birdən-birə əlinizə təyinizi dərsdən çəkə bilmərsiniz uşaqlar. Hə, heç olmasa yayda saatini deməyin də, bu nə idi? Danışacağım dərs qrupunda izah eləyəcəm. Yo, tamam hələ təyiniz çəkə bilmərsiniz. Həm istirahət, həm dərs olmalıdır. Mütləq proqram qurmalısınız. Mütləq. Mütləq danışacağım. Son gün hamının tapşırığını verəcəm. Əgər gedib əlinizdə vurmasınız dəftər kitaba, bax bu sınaqların ötəsindən sentyabrda gələ bilməyəcəksiniz. Aləm dəyəcək bir-birinə. Gələn kimi də mən sizi diaqnostik edəcəm sentyabrda. Onda biləcəm vəziyyəti ki, kim yayda yatıb, kim yayda həm oxuyub, həm yatıb dincəlib, gəzib və s. Yaxşı uşaqlar, davam edək. Burada hələ ki qəbula gedənlərdir bu dəqiqə Mən- gündəmdə olanlar. 25-ə baxaq. Bir dənə 1-ə baxaq. Məndə 25. 21 var müəllimə. 21 var. 21 var, 20. Verilən cümlələrin statistik təhlilinə uyğun gələn cümləni müəyyən edin. Bəli, qəşəng sualdır. Yol qırağındakı kisələr səhərdən bəri yorulmadan tarlada çalışan bu qızlarındır. Aha, qızlarındır xəbər. Nə qızlarındır? Kisələr qızlarındır. Hansı kisələr? Yol qırağındakı. Yol qırağı birləşmə olduğu üçün ayıra bilmirəm, bütöv götürürəm. Hansı qızlarındır? Bu qızlarındır. Bəs bu hansı qızlarındır? Səhərdən bəri yorulmadan çalışan. Akif, bu hamısı gəlib çalışanda. Bax, səhərdən bəri yorulmadan. Feili bağlamada dayandı. Bu feili bağlama da gəlib feili sifətdir dayandı. Belə olanda biz yekunda təsriflənməyən nədirsə ona nəzərən təyin kimi götürürük. Nədən ifadə olunur? Feili sifət tərkiblə. Yəni təyin mübtəda, təyin, qeyri-həmciz təyin var ha burada ayrı-ayrı. Qarışdırmayın. Gənc bir oğlan kənarda ayaqüstü dayanan bu adama baxırdı. Baxırdı xəbər kim baxırdı? Oğlan baxırdı. Hansı oğlan? Gənc oğlan. Nətərdə diqqətlə. Burada diqqətlə tərz hərəkət zərfli idi. Bizdə cümlədə zərflik yoxdur. Ona görə sildim. Şimaldan gələn xəbərlər sarıda böyük əndişələrə səbəb olur. Səbəb olurdu nəyə? Əndişələrə. Deməli tamamlıq var. Bu da getdi. Qayını Cümşüdü yanına çağırtdıran xan sakit mülayim tərzdə danışmağa başladı. Nə tərzdə?
sakit, mülayim tərzdə. Burada da zəiflik var, bu getdi. Bu qayalar igid, cəsur qəhrəmanların oylağı olub. Qayalar, hansı qayalar? Bu qayalar. E, nə olub? İgid, cəsur qəhrəmanların oylağı olub. Hə, belə deyəcəm. İgid, cəsur qəhrəmanların oylağı olub xəbər. Nə? Mən ona Məhəmməd, görə qəhrəmanların düşündüm. oylağı olub demək olar təkcə. Necə Mən qəhrəmanların belə igid. fikirləşmişəm. Burada olub, bilirsiniz, mən olub deyə tək desəm, var olmaq mənasında. Nə olub? Qayalar olub. Nəyi olub? Cəsur qəhrəmanların oylağı belə deyə bilərəm. Hə, nəyi? Tamamlığa gedir. Yenə də bu olmaq feili yaşamaq, mövcud olmaq, var olmaq məzmununda olanda ayrı getməlidir. Çünki mən bunu bütöv götürəndə igid cəsur qəhrəmanların oylağı olub, nə qayalar, hansı bu biraz məntiq olmur. Nəyi nə Məsələn, olub? Qayalar. qəhrəmanların oylağı olub. Belə götürmək olar. Nə olub? Qayalar. Qəhrəmanların oylağı olub. Olub Hansı nəyi? qəhrəmanlara? İgid və cəsur. Yox, sən igid cəsuru ayırdın mı onda? Hə, Nədən? qəhrəmanların oylağı olub hansı olar, o daha məntiqlidir. Razıyam Həcər səndən. Qəhrəmanların oylağı olub xəbər, hansı qəhrəmanların cəsur, igid, nə qayalar, hansı bu? Olurmu onda uyğun gəldimi? Mən Gecədən dayanmaq götürmüşdüm D bilməyən variantı. çovğun Burada şimaldan həmin həmin küləyə həmçinin olmaz da D variantı mənim fikrimcə. O gün mən D-ni götürdüm, Y-ni götürdüm. Durun bir Mən dəqiqəyə görmürəm. baxın. Biraz burada şübhəli qaldım, indi qayıdacağam. Gecədən dayanmaq bilməyən çovğun şimaldan gələn həmin küləyin fəsadı idi. Bax, küləyin fəsadı xəbər, küləyin fəsadı xəbər nəyə? Çovğun. Çovğun. Hansı çovğun gecədən dayanmaq bilməyən feil və tərkib təyin, hansı küləyin, həmin küləyin, hansı həmin şimaldan gələn, nə oldu? Təyin, mübtəda 2 təyin xəbər. Belə olmaz axı ki, cavab olmaz. Bir də onda Y-də heç bir problem yoxdur. Y dəqiqdir. Ona görə mən D-yə qayıtmalıyam. Oradakı şübhələrimizin üstündə bir də durmalıyıq. Bu qayalar iki cəsur qəhrəman. Bu qayalar iki cəsur qəhrəmanların o oylağı olub. Olub xəbər nə olur? Qayalar olub. Nəyi? Qəhrəmanların oylağı. Hansı qəhrəman? Nəyi olub? Qəhrəmanların oylağı olub. Belə olacaq onda. Olub var olmaq mənası olduğu üçün ayırıram. Qayalar olub nəyi? Qəhrəmanların oylağı. Hansı qəhrəmanların cəsur? Burada uşaqlar tamamlıq olduğu üçün D variantı olmayacaq. Y'dir burada cavabımız. Müəllimə, biz qəhrəmanların oylağına necə sual verdik? Nəyi? Nəyi? Tamamlıq. Nəyi? Mən nəyin bildim, amma yiyəli halda sual olmaz axı ona görə. Olmaz, bəli. Sonra Müəllimə, 25 22-yə baxa bilərik. Problem bir dənə birdədir konkret. o bu əvəzliyin sonra işlənən vergül işarəsi bir mənalı şəkildə doğrudur. Bir mənalı şəkildə. Tamamilə Gəzib bazar dolaşıram şəkildə. yuxulu kimi. Bu necə zamanmış, bu necə çağmış. Nə Mən- bu? Hə, düzdür də, Həcər. Amma mən necə gəlib axı əvəzlik gəlib vergi qoya bilməliyik axı bir o gör səhvdir. Amma bizə doğru istəyirsə düz deyir. Necə burada əvəzlikdir, necə zamandır. Necə, amma sual funksiyası olmur, nəticədə əvəzlikdə. Əvəzliklə feil gələndə olmur axı. Bir dənə onu səhv götürmüşdüm, bildim. Sonra Mən bir də 27-yə baxa bilərik. müəllimə 25-də 1-ə baxaq. Bir tək yaxşı. birə. Feili bağlama zaman zərfliyi vəzifəsində işlənir. Feili bağlama bax tərkib deyil. Feili bağlama ilə feili bağlama tərkib ayrı diqqət etməliyik ki, çaşmayaq. Başa düşmək nədir başa düşmək? Bu bir vahiddir. Feili tərkib kimi. Gövhər, gözün iki dənə nümunəni görə bilər ha burada. Bu tip nümunələr bir vahid sayılır. Başa düşmək. Yəni bir dənə söz qəbul edirik də mürəkkəb feil kimi götürürük və bunu biz sadəcə feili bağlama hesab edirik. All Belə it kimi müəllimə. Bəli, bəli. Frazeoloji birləşmələr və etmə, eləmək, olmaq, bilməklə olan nümunələr, onlar bir vahid sayılır. Bu sadəcə feili bağlamadır. Tərkib yaratmayıb. Ona görə biri götürə bilməzsən. Müəllimə, müharibə Bəli. orada bir dənə 3 düz yazmışam, amma 3-ü bir dənə xəbər almaqsa, müharibə qurtarandan onu görməm. Niyə etməmişəm görə? Kimi görməm onu? Nə zamandan gör? Müharibə qurtarandan. Burada ümumiyyətlə misal üçün Burada nə- feil sifət deyil qutarandan.
Fe'l Fe'li sifət sifət tərkibi olur. tərkibdir. Bu fe'li sifət, axı biz danışdıq. Andan deyə bir şəkilçi yoxdur. Düzdür? An fe'li sifətdir. İsimləşib dan çıxışlığı qəbul edib, zaman məzmunu ifadə etdiyi üçün zərflikdir. Amma morfoloji baxımdan an fe'li sifət, yekunda da fe'li sifət tərkib olur. Bəli. Sonra uşaqlar 27-də bir də D variantına baxa bilərik. 23 var onun imam. danışdıq, qaydacam. Onun danışdıqları hamımızı heyrətləndirmişdi. Heyrətləndirmişdi xəbər. Nə? Orada Onun danışdıqları, biz demişik ki, yiyəliklə mənsubiyyəti görürüksə, bu istər təsriflənməyən, istər təsriflənəndə olsun. Nədir bu? İsmi birləşmə. Amma istisna olaraq nə demişik? Dıq üstəgəl mənsubiyyət bu qaydaya tabe olmur. Onun danışdıqlarında dıq üstəgəl mənsubiyyət nədir bu? Fe'li sifət tərkib. O bu qaydaya tabe olmur. Yəni D variantı fe'li sifət tərkib mübtəda vəzifəsində işlənir. Heyrətləndirmişdi nə? Onun danışdıqları. Və mübtəda vəzifəsində fe'li sifət tərkib. Bəli, D-ni götürürsən. Hə, bildim müəllimə, mən qarışdırmışam. Uşaqlar, bu test tamamilə aydındır. Bu çox qəşəng testdir də. Yəni əsl imtahan nümunəsi kimi bir Hər test şeyi düz nümunəsi. yazmışam. D ilə Y variantına görə səhv eləmişəm. Yaxşı. Nicat 23 dedin də. Bəli müəllimə. İsimlərin hamısının eyni halda olmadığı cümlələri müəyyən elə deyir. Dostum, adlıq, sənin məndən istədiyin diləyin, sənin diləyin, adlıq, sənin deyir olmadığı. Düzdürmü? Burada bir də iki dənə isim var. Bax bu, bir də bu. İkisi də adlıq haldadır. Biri çıxdım. Xanlığın daxilində, xanlığın bu yiyəlik, daxilində yerlik. Bunu götürürəm, cümləni tamamlamaq ehtiyac yoxdur. Fərqli hallardadır. Xan, adlıq, bütün dövlət sərhədi, dövlətin sərhədi, bu yiyəlik, sərhədi təzədən adlıq. Yəni, heç davam etməyə ehtiyac yoxdur. Adlıq yiyəlik olduğu üçün üçü də götürürəm. Təklif məclis əhli tək başqalarının, təklif adlıq, məclisin əhli, yiyəlik, qeyri-müəyyən yiyəlik onda da götürməlisən axı. Bunu da götürdüm. Xəyal insanlar üçün boş bir həqiqətdir. Bu hamısı adlıqdır. Xəyal, insanlar, həqiqət. Adlıqdır hamısı. Nəticədə cavab 2, 3, 4. Aydındır müəllimə. Başqa? Keçək ədəbiyyata. Mən son dəfə də 25-ə baxa bilərik. Hə, baxaq, bu 25-ə baxdıq, gərək bitirərdik onda. Bir də Güzel, Yox, gəlin. mən baxdıq, yadıma düşdü. Dəqiq. O hamısına baxmadıq, ha? O bir dənə problemi vardı, onu izah elədim. Mən 1-3-5 yazmışam, 2-5 çıxıb məndə, yəni tamamilə əksdir. Yox, bu biri başa düşdün. Dedim ki, başa düşmək burada Bəli. fe'li bağlamadır. Sən 2 yazmısan. Əşrəf əmini görər görməz o çadıra tərəf addımladı. Addımladı. Kim? O. Nə zaman? Əşrəf əmini görər görməz. 2-ni götürmüsənsə düz götürmüsən də. Armaz fe'li bağlamanın şəkilsidir. Əşrəf əmini görər görməz nə zaman? Zaman zərfliyidir. 2 olmalıdır. Müharibə qurtarandan sonra bu dedim axı qurtaran bu fe'li sifət tərkib yaradıb. Ona görə olmaz. 1 olmaz. Bir də sən desən 5 dedin, hə? Bəli, mən Dostum. 1-3-5 götürmüşdüm. Hə, mən geri qaydanda yolda onlar nə zaman? Hə, bunu düz götürmüsən. Mən rast gəlmədim. Nə zaman geri qaydanda? Cavab 2, 5-dir. 1 ilə 3 ona görə olmaz ki, 1 də sadəcə fe'li bağlamadır. 3-də də zərflik, zaman zərfliyidir. Amma ifadə vasitəsi fe'li sifət tərkibdir. Mən 2-dəki armazı şey götürmüşdüm, tərz hərəkət. Görər görməz, nə cümlə tərzdə. Nə zaman? Yəni görən kimi. Keçək ədəbiyyata uşaqlar. Keçək. Bəli, mən. Bunlarda problem yoxsa keçək ədəbiyyat deyəsən ağır gedib. Ədəbiyyat çox ağır idi. Ağır yoxu ölüm idi elə bil. Vay vay. 3-ə baxaq da. Biri var. Birə baxaq. Bir var müəllimə. Yaxşı uşaqlar. Qorxmayın. Bu sınaqdan aşağısı imtahanda yazılmaz. Əgər belə dediyiniz kimi ağırdısa. Deməli, verilmiş şeir parçası ilə bağlı uyğunluğu istəyir bizdən. Uyğunluq. Səhər kimi cavan sənsən, tarix kimi qoca sənsən. Nə deyir burada? A-sı budur. B budur, C budur. İndi.
Daxili bölgü zamanı bütöv söz prinsipinə gəlin variantları bir uyğunlaşdırım. Daxili bölgü zamanı bütöv söz prinsipi hecada olan nümunəyə aiddir. Heca vəzninə. Uzun qısa hecaların növbələşməsi əsasında yaranırsa bu əruz vəznidir. Hecaların sadəcə bərabər olması şərtinə əməl edilməsi vacibdir. Bu da hecanın tələbidir. Təfilə zəif qafiyələmə ahəng tarazlığı ilə formalaşıb. Bu sərbəstə aiddir. Ola bilər təfiləni bilmirsiniz, amma neçə dəfə demişəm, hələ də təfilələr məfailun, failun, failatun kimi ifadələr həmişə deyirəm, abituriyentlərin sual predmeti deyil, ancaq əruzun bəhirləri təfilələr üzərində qurulur. Təfilələr. Yəni bölgü necə getməlidir? 2 hecadan, 3 hecadan məndə sığar ikən cahan o ürəyin kardioqramması vərəqini görmüsünüz də nətər çəkilir. Elə bil ki, şeirin də kardioqramması onun əruzdakılarının təfiləsidir. Heç nə əruza aiddir. Yazdıq bura. İkinci getdik. Uşaqlar, rəsurs sərbəst gətirdiyi üçün bu sərbəstdir, düzdür? Nəbi xəzriyə baxan kimi görürsən ki, 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, düz saymadım, 7, 8. 8, 8, onda bu hecadır. Abbas Səhədə də qaldı əruz. Niyə əruz? Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Bura qədər aydındır. Gedək indi davamına. Görək elə belə getməklə cavab ala bilirikmi? Deyir ki, daxili bölgü zamanı heyecanı hara yazırıq? Heyecanı bu 1-dən 3-ü yazırıq bura. Sərbəsti yazırıq 4-ü bura. Əruzu da 2, 5 yazırıq bura. Qutardı. 1, 3, 2, 5, 4. Cavab B. Aydındır. Burada sizə sadəcə unutduğunuz təfilə sözü ola bilərdi. Bax, bu təfilə. Bilirsiniz ki, Rəsul, bu şeirin görünüşünə baxanda görürsən ki, biri burada bitib, biri burada bitib, biri belə. Belə natarazlıq harda olur, ancaq sərbəstdə olur. Heyecan nətər tapırıq? Misrada sayırıq da, sahibləri sayırıq. Əgər bəhddə heyecalar bərabər gedirsə, deməli heyecadır. Yerdə nə qaldı? Əruz. Tutalım ki, Abbas Səhətə əruz yazıb yazmadığını bilmirsənsə, bu metodla da istifadə edə bilərdiniz. Təfiləni də bilmirsənsə, variantı çıxdaş eləməklə də cavab alınacaqdır. Aydındır? Bəli. 2-yə baxaq müəllimə. Testdən qorxmayın da uşaqlar. Mən həmişə sizə deyirəm ki, bu sualın şərti həcmi böyük olur, da sualdan qorxmayın. İnadına mən bunun ötəsindən gələcəm. Bu əslində asan sualdır. Tərtibçi məni qorxutmaq üçün sualın həcmini böyük edib düşüncəsi ilə yanaşın. 2-də deyir ki, 2-yə E yazmışam. Bilmirəm, niyə səhv çıxıbsa, elə bilirdim E-dir. Eydi də cavab. Və 2-yə baxardı. Müəllim, biz hər bir zaman siz bizə deyirsiniz ki, ədəbiyyat oxumaqla düzəlir, ana dili sınaqla düzəlir. Ədəbiyyatdan misal hansı əsərdən zəifəmsə, onu oxusam, test toplasam, onu yazsam, hər zaman toplunu yazmaq əsas göstəricidir. Onu yazsam ədəbiyyatdan qalxa bilər. Mütləq, mütləq. Sən artıq toplu sənin üçün bəsit, sıradan, çox sadə, səhvsiz bir hal alanda onda biz əlavə vəsaitlərə keçirik. Ədəbiyyatla tarix oxumağı sevir, Azərbaycanda da testləri tətbiq eləməyi ancaq çətin tipli. Bunların irəliləmə yolu budur. Ədəbiyyatda konspekt çıxarmaq, müqayisələr, qeydlər, test də vacibdir. Çünki testlər sənin harada zəif olduğunu müəyyən eləyir. Xüsusən də bu müqayisəli testlər. Ədəbiyyatda konspekt çıxarmaq uzun iş deyil. Çox konspekt var. Oturub yazmaqdansa, kitabınız bir dənə vəsaitinizin üzərində oxuduqca qeydinizi tutun, işarə eləyin, özünüzə nəsə çıxarış edin də. Yəni bunu öz vəsaitinizin, kitabınızın üzərində edin. Durub yazmaq vaxt itkisidir. Məsələ tək yazmaq olmalı deyil. Yəni oxuduğun vacib bir şeydir, belə dairəyə alırsan, vacibdir qabardırsan. Mən bu motivi filan əsərdə görmüşdüm, buradan qeyd eləyirsən. Bu dərs danışdıq, müəllim burada filan qeydlər dedi. Bura belə yazırsan. Kitab sənin üçün olur bir dənə həm konspekt, həm təkrar, həm göz yaddaşının aldığı bir yer, onda da daha effektiv olur. İndi hər halda elə uşaqlar var ki, daha fərqli bir metodla gedir. Uşaq var ki, yazır, elə öyrənir. Kitabına baxırsan, bir nöqtə də yoxdur. İndi mən öz... Müəllimə, mən kitabın üstündə qeyd eləyirəm.
Hə, yəni mən də o Yazmıram da, yazmaqla yadımda qalmır. Daha çox kitabda qeyd eləməklə yadımda saxlayıram. Ona öyrəşmişəm o metoda. hə, yəni mövzu ilə bağlı qeydləriniz olanda da aparıb kitabın həmin mövzusunun yanına yazmaq çox yaxşıdır, çox effektivdir. Mövzunu təkrarlayanda onları da görürsüz. Sonra uşaqlar getdik, işimiz var hələ. 7-yə baxaq. Bu 2-yə nətər oldu? Elə açdıq baxırıq Mən özünə. xeyr, düz yazmışam. E Hə, yazmışam, səhv yoxlamışam. necə baxırıq? Orada Puşkindan söz gözəli eyni bəhirdə bəhirdədirlər, rəməldə ikisi də. Onları təmiz əzbərləmək lazımdır. Bəli. Bəhrlər nədir ki? Əsas həcəzdədir, əməldədir. Bir dənə xəfifdir, müstəcdir. Bu bəhrləri təmiz əzbərləyin. Onun bir konspekti olmalıdır qrupda. Mən burada Mən baxa bilərəm. Nizami əsərləri ilə bağlı verilən fikirlərdən biri yanlışdır deyir. Qəzəllərin əsas mövzusu məhəbbətdir. Bu qəzəl ümumiyyətlə mövzusu məhəbbət olduğu üçün bu doğru fikirdir. Lirikasında insana dərin məhəbbət, fəlsəfi yozum, insanın qüdrətinə inan. Fəlsəfə yoxdur axı. Biz lirikasında biz onu görmürük axı. Dördə baxa bilərik. O bir variantlarda bilən, yəni problem yoxdur da, düzdür. Nəsə Yəni, aydın deyil. O bir variantlarda problem yoxdur. Bir də müəllimə, misal mən biraz topluda mənə biraz çətin gələn suallar var da, misal açıqlarını da ən çox səhv yazıram. Bu atdığınız sınaqları təkrar işləyim, yoxsa toplunun açıqlarını bitirəm? Günel, bu atdığımız sınavların izahları olduğuna görə videolarda durur da, qrupda hamısı var. Ona görə çalış o sınaqları tək işlə. Səhvlərə də, izahlara da birəbir videolardan bax. İndi sağlıq olsun, gələn onsuz da biz yenə işləyəsiyik. Amma testlər nə qədər çox işlənsə, o qədər faydalıdır. Ta ki, testin başını görəndə artıq sən əzbərləməlisən ki, burada nə tip sual görə bilərsən o səviyyəyə qədər. Neçəyə baxırıq uşaqlar? Akif, buyur. Mən nəzəriyyədə bir dənə sual verəcəydim. Buyur. Cinas qafiyə nə idi? Mən omonim sözlərin qafiyələnməsi idi. Yəni həmişə də omonim deyə bir şey də yoxdur. Sağ ol. Deyirik ki, əsasən omonim sözlər üzərində qurulan qafiyələr, cinas, yəni yazılışı deyilişi eynidir, amma baxanda görsən ki, mənaları fərqlidir. Mənim canımı yaralar, o məni yaralar. Hə, bildim mən. Hə. Çox Cinas qafiyə, yeri gəlmişkən bir şey deyim. Cinas qafiyə təcnis, cığalı təcnis cinas qafiyənin üzərində qurulur, mütləq. Amma o demək deyil ki, ancaq cinas qafiyə orada olur. Elə qəzəl var ki, uşaqlar, cinas qafiyənin üzərində də gedə bilər. Yəni, cinas qafiyə şeirin bir sıra nümunələrində görə bilərsiniz, ha. Amma cığal təcnis mütləq nədir bu, cinas qafiyənin üzərində qurulmalıdır. Sonra. 8. 7 müəllimə. 4 var. Nəsimdən verilmiş beytlə bağlı hansı bəndlər klasteri tamamlaya bilər? Kimsə güman ilə, zənn ilə olmadı, həqqi sığmazam qəzəlidir, qəzəl janrındadır, hürufi görüşlərinə aiddir, təbii ki, 1. İnversiyadan istifadə olunub, olmadı, haqqı ilə bilir, olmadı, xəbər buradadırsa, deməli, inversiya var, 1-2 də varsa 5 ilə 4-ə köklənirəm. 4-də deyir ki, haqqı bilmək hər kəsin borcu vəzifəsidir. Haqqı bilənlər mənim gümana sığmayacaqmı bildirir. İndi burada da şeirin məzmunu ilə bağlı. Haqqı bilənlər. Deyir ki, kim ki haqqı bilir, mənim deyirdən gümana sığmayacaq. Yəni, haqqı bilən mənim zənnə, şübhəyə sığmayacaqmı bilir. Ona görə də 5 cavab C-dir. Ay Həcər. 7 müəllimə. Məndə 6 var. Füzulinin sözlə məni canım çandırdı diaqramda buraxılan səhvləri müəyyən elə deyir. Aha. Söz hansı bəhrdə yazılıb? Əruz bəhri. Əruz vəznində, rəməl bəhrində, məni canlandıranda həcəzdədir. İkisi qəzəl olduğu üçün qafiyələmə ikisində də eynidir. Deməli, bir doğru yerindədir. Bunu sildim. Əruzun rəməlində də 2 də doğru yerindədir. Bütün beytlər bədii ifadə vasitəsi ilə bitir. Ortaya verir. Bütün beytlər ifadə vasitəsi ilə məni candan usandırdı, bədii sualla bitir. Ancaq sözdə elə deyil axı, 3 səhvdir. Səhvdə səhvlər lazımdır, düzdürmü? Rədifdən istifadə edilməmişdir.
Sözdə rədifdən istifadə edilməmişdir. Sözdən rədifdə. Sözdən sözü bir yadımıza salaq. İzhar söz var, məsələn, miqdar söz var. Rədif sayılır. Yəni sayılır. Deməli istifadə. Öyle onun rədifə görə də şeir adlanır. 3-4 də hardadır? 3-4 hardadır? Buradadır. Niyə 6? Təsvir ifadə vasitəsi ustalıqla istifadə olunmuşdur. Təbii ki, bir ədəbi nümunədə hər ikisində olacaq da. 6 ortaq olmalı idi ikisində də. Kəsişmədə verməlidir. Əcər, aydındır. Bəli. Neçə düzüm Yeddi. var Əcər? Necə? Neçə düzüm var? Mənim 16. 7. İsmail Şıxın Dəli Kür romanında Əhmədlə Çernyevskinin danışığından Əhməd haqqında hansı məlumatları öyrənə bilirik? Əhməd kim idi? Ağanın, Cahandar ağanın Qoridə oxuyan oğlu idi, düzdürmü? Çernyevski kim idi? Müəllimi. Çernyevski həm də real həyatda olmuş bir obrazdır. Həqiqətən də Qoridə işləmiş müəllim, yəni pedaqoq kimi fəaliyyətdə olmuş bir şəxs idi. Göytəpə kəndinə gəlməkdə məqsədinin nə olduğunu. Müəllimə, burada mən A yazmışam, D çıxıb. Bir dənə 3-də problem var. Yaxşı. Yox, onda tam baxaq. Göytəpə kəndinin gəlmə məqsədini Çernyevskinin Əhmədlə danışığında hansıları öyrənə bilirik? Məqsədinin nə olduğunu. Biz məqsədinin nə olduğunu izah eləyirik, o gəlir Cahandar ağaya. Orada öyrənirik. Bu heç. Universitetin hansı səbəbdən çıxarıldığını, yox, elə bir şey yoxdur. Hazırda işsiz olduğunu. Bilirsiniz, burada söhbət Əhmədin haqqında gedir. Əhmədin haqqında. Çernyevskinin yox. Əhməd. Burada Əhməd, Poçt Əhməddən bayaqları deyirəm, o Əşrəfi nəzərə tutub deyirdim, Cahandar ağanın oğlu. Amma Əhməd, izahlarım Əhmədə nəzərən idi, Poçt Əhməd. İşsizdir də uşaqlar, Poçt Əhməd. Düzdür. Mən də sorsa gəldim ki, Əhməd onun hətta lağa da qoyurlar, Poçt Əhməd deyil. Bəli, Rus Əhməd, Poçt Əhməd. Bəli. Bir Bir dənə də dənə yolun işsiz olduğunu xatırlamadım. Yox, işləmirdi, o boş idi. Bütün gün kitab oxuyurdu. Kənd uşaqları arasında oxuduqlarını təbliğ eləyirdi. Koroğlu dastanının qolları ilə bağlı verilənlərdən uyğunluğun pozulduğu bəndir. Koroğlu da bizim üçün həmişə sual predmeti olan mövzudur. Koroğlu ilə Bolu bəy, Durnateli. Koroğlu özünü Çənlibel aşığı kimi təqdim edir. İndi bunları qarışdırmırıq. Nə demişəm bu Koroğluda? Koroğlu özünü Qoruqçu necə kimi təqdim edir? təqdim eləyir. Koroğlu hər qolda kimlə döyüşür və Koroğlu hər qolda hansı məkana gedir. Bunları yaxşı əzbərləyin. Təməl olaraq sujet yadınızda qalır onsuz da. Amma özünü təqdim etməsi, məkanlar, bir də yəni mübarizə apardığı obraz. İndi burada Çənlibel aşıq kimi təqdim edir, bizə pozulduğudur. Aşıq kimi təqdim etmir, qoruqçu idi bu. Bu heç. Biri çıxaq, yox çıxmayaq, bizə də səhvlər lazımdır, biri götürək. Boyun sonuna yaxın Qəcəralı Koroğlu tərəfindən öldürülür. Sonuna yaxın yox uşaqlar. Elə ortasında. Çünki Bolu bəy onu aparanda elə yolda öldürür onu. Heç gəlib çıxmırlar, axıra çıxmır. 2 də səhvdir. Birinin 2-nin olduğu cavab 6 var, 5 var. 5-dən 6-ya baxın. Bağdada Durnateli gətirmək üçün gedən dəlilərdən biri də İsabalı idi Durnatelində. Xeyr. Kim idi? Eyvaz Dəmirçioğlu Bəlli Əhməd idi. Hə, səhvdir. Ona görə də 1-2-5 cavab dedi. Niyə 6 olmaz? Gizroğlu Mustafa bəy Koroğlunun dəlilərinə kömək edəcəyi barədə fikirləşir. Bəli, əgər deyir onlar ötəsindən gələ bilməsələr, mən bu igidlərin deyir köməyində duracağam. 9 müəllimə. Bəli, bu Bəxtiyarda da keçən vətəndaş sualı olmuşdu. Böyük ehtimal bu dəfə İstiqlalı görəsik. İstiqlalla bağlı verilən fikir şəhərin Heydər Baba Səlam üçün oxşar hesab edilə bilməz. Deməli, İstiqlal nə vaxt yazır? Gülüstan davamı kimi yazır. Şəhriyarın Heydər Babaya Salam poeması da lirik poemadır. Əslində ikisi də lirik poemadır. Müəllifin daha çox düşüncələri üzərində gedir. Azərbaycan ikiyə bölünmə məsələsinə yer verilib. Hər İkiyə ikisində bölünmə verilib. bəli. Deməli, İstiqlalda Xudafərin daş qalağı, daş yığını adlanır. Şəhriyarda da deyir, göylər yamandır, günlərimiz yamandır, göylər qara dumandır deyir. Görəydin bu ayrılığı kim saldı? Yəni o tay bu tayın ayrılığını kim saldı? Düzdür bu.
Bəndlər şəklindədir. İkisi də bənddir uşaqlar. Bu da düzdür. Hecada yazılmışdır. İkisi də düzdür. Nikbin sonluqla gələcək inamla. Biz demişik ki, bizim bu əsərlərimiz nikbindir, müsbətdir. Bu düzdür. Öz ölkəsinin vətəndaşlarının öz xalqına qarşı amansız cinayət işlətməsi diqqətə çatdırılmışdır. Bu Heydər burada istidlaldır. amansız cinayət məsələsi yoxdur. Y variantı səhvdir. Sonra. Cavid, neçə dənə ədəbiyyat yazdın? Səhvlərindən dinlən, ay Cavid. Ancaq dinləmə. Yəni qoşul səndə. Həşimova, səndə. 1. Neçə? 11. Diaqrama görə doğru olanları müəyyən edin. Müddətdir gözümdən olubdur İraq. Aşıq ələsgərdirsə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11. Deməli, aşıq ələsgərdirsə bu qoşmadır. Qoşmadırsa İraq, fəraq, qabaq. Olsun, məsəl üçün B, 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 A. Düzdürmü? Büllur buxaq, lalə yanaq, ay qabaq, ala gözlü, səhnəbanım gedibdir. Burada məhəbbət deyək də. Mən bu qışın qapısını bağlayıb, yaz yeli tək, yay günü tək çağlayıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, bu da qoşmadır, düzdürmü? Bağlayıb, çağlayıb, dağlayıb. Deməli, bu da B, 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 təzətər A. Deməli, hər ikisi orta bənddir. Hər ikisi qoşma janrındadır. Mən bu qışın qapısını bağlayıb, yaz yeli tək, yay günü tək çağlayıb, boranların sinəsini dağlayıb, yazacağam misraları təzətər. Biri məhəbbətdir, nakam gedən tərif eləyir. İkinci, biraz ictimai məzmundadır. İndi görək nədir? Hecada da deyir, bir ortaya verilib, deməli doğrudur, bizə doğrular lazımdır. Biri götürdüm. Qafiyəsi 3-ə 1, biri. Məsələn, mən B, B, A yazmışam. Burada A, A, B yazıb ha. O sizi çaşdırmasın. Yekunda mən B-ni seçdim, tutalım ki. Bu da A-nı seçib. Yəni 3-ü 1, biri fərqli. 3-ü 1, biri fərqli qafiyəsi hər ikisi üçün keçərlidir. 2 ortada yazılmalıydı, amma fərqli verib. Aydındır? Onda nə edirik? 2-ni səhv götürürük, silirik. Sonra, biri götürmüşəmsə, deməli 4 avtomatik. 3-cü misrada bədii təyin işlənib. 3-cü misrada 4-ü də verib hara? Birinciyə. Büllur buxaq. Necə buxaq? Bu epitetdir. Bədii təyin epitet demək. Necə sualına cavab verirsə, bədii təyindir. Deməli, 1-4 dəqiqdir. Bir əşya özündən daha qüvvətli əşyaya bənzədilib. 5-i verib ikinci nümunəyə. Bənzətmə metafor. Varmı metafor? Mən bu qışın qapısını bağlayıb. Qışın qapısını bağlamaq olur, uşaqlar. Xeyr. Olmur da. Ona görə də metafor işlənib düzdür. 1, 4, 5 cavab C-dir. Bəs niyə 6? 1, 3, 4. Hə, niyə 3 olmaz? Məsələ 3 idi. Bir əşyaya əlamət başqasının üzərinə köçürülüb. 3-ü ikinciyə verib. Bir dəqiqə. Mən nəsə fikrim bir dəqiqə deyəsəm, mən nəsə səhv dedim. 5-də təşbih. Məsələ bizdə 3-dən 5-dir. Bir əşyaya əlamət başqa əşyanın üzərinə köçürülübsə, bu metafordur. Bir əşya özündən daha qüvvətli bir əşyaya bənzədilib, bənzətmə də təşbihdir. 3-ü verib bu tərəfdə, 5-i verib bu tərəfdə. Deməli, ikinci şeirdə mən təşbihmi, yoxsa metaformu işlənib ona baxmalıyam. Mən bu qışın qapısını bağlayıb, yaz yeli tək qoşma deyə burada bənzətmədir. Yay günü tək çağlayıb. Burada təşbih var, uşaqlar. Təşbih var. Boranların sinəsini bağlayıb, amma yaz yeli kimi boranların sinəsini dağlayıb yazacağım misraları təzətər. Tək qoşması olsa da bənzəyən bənzətmənin əlaməti bunlar yoxdur. Yoxdur mu? Var. Necə var? Yaz yeli tək. Yazın yelinə bənzədir də bunu. Mən bu qışın qapısını bağlayıb. Məcazi mənada deyir onu. Təşbih olacaq. Təki veribsə təşbih götürəsiyik. Təşbih hardadır? 5-dədir. 1, 4, 5 deyirlər. C variantı. C-yə götürmüşəmmiş. Aydındır uşaqlar. Əgər qoşman ki veribsə, bənzətmə varsa təşbihdir, qutardı. Bəli.
14. 15. Müəllimə, kişi var. indi orada metafor olmadı. Yox, Mən metaforu təşbeh götürdük. götürmürük, hə? Yox, təşbeh götürdük. Tək qoşmanı 12'ye verdiyi üçün bakabilirim orada. ben. 12-də deyir ki, Səməd Vurğun ananın öydə əsərinin ideyası ilə bağlı deyil. İdeya və İkinci Dünya müharibəsində cəbhəyə övladını yola salan ana və bundan nə çatdırmaq istəyirdi? Görə indi variantlar nə verib? Öz oğlunu yola salan ananın həyəcanları əks olunub. Həyəcan ideya ola bilməz axı. Əsərdə həyəcan ideya ola bilmir. İdeya o deməkdir ki, onda hamı həyəcanlansın. Elə deyil də. Şeiri yazanda ideya o idi ki, vətən müqəddəsdir, onu qorumaq hamının borcludur. Düşmən qarşısında vüqarla dayanmaq, qorxmaq lazım deyil. İgidin yarağı yanında, yəni tüfəngi yarağı yanında olmalıdır. Vətənin çörəyi ilə böyüyən onun keşiyində durmalıdır. Cavab A variantıdır. Yəni ideya bilsiz nədir? Bizə deyirlər ki, belə olun. Elə ananın həyəcanları əks olunub ideya ola bilməz. Ananın həyəcanları bu şeirin sujetli lirikadaxı sujetindəki məqam ola bilər. Sonra Mən həm də heç ananın həyəcanı 15 yox. müəllim. 15. Həm yox, niyə anan həyəcanı övladını cəbhəyə yola salır? Olar, olmamış olmaz. 15. Müəllimə, 14-ə baxaq da. Kəvakibdə hadisələrin baş vermədiyi Anlamış Kevakibi. izah edin. Aha. Bizə deyir ki, Mirzə Yəhya xüsusi fərman olmadan qoşun əhlindən məvacib verilmədiyini bildirməsi, Mövlana Cəmaləddin Şahın hüzuruna təşrif buyurması. Aha, burada mən bunun ortada bahalıq olduğu Qəzvin Füqara Padişah bunu Yusif Sərracı ilə Yusif Sərracı da elə bir taxta gələr, daha sonra biləcək. Yəni Mollabaşı Axund Səməd Yusif Sərracı məlumatı ondan sonra gəlməlidir. Yəni ona görə biri götürmürəm. Bir onların Y variantı getdi, A variantı getdi, ya B idi, ya C idi, ya D idi. Sərdar Zamanxan Osmanlı qoşununa qarşı göndərilən tədbirlər haqqında məlumat. Bu Mirzə Yəhyadan əvvəl deyir də, yəni bu lap əvvələ aiddir. Çünki deyir ki, Bəli. mən ona görə ikini də silmək lazımdır. Biri gedib, C getdi. Niyə görə D variantıdır? Mollabaşı Mirzə Sədrəddin boynu vurma səməsi. Bəli, burada Mirzə Yəhya ilə Mövlana Cəmaləddin təşrif buyurması ortaya gəlir. Həmçinin Mollabaşı Mirzə Sədrəddinlə böyük bir ədavət var idi. 4-də bura baxa bilərəm ki, deyir ki, Mollabaşı Axund Səməd Yusif Sərracı haqqında məlumat verməsin. 4-də Xanifxan qadına talağanı verib, kəmin kazanılması təklifini vermək. Bəli, bunu ortaya yaza bilər. Əvvəl Şah Abbas deyir ki, mən artıq hökmdarından əl çəkir, sonra gedir qadınların yəni kəbinin geri oxutdurur. Onda 4-də oraya yazmaq olar. 3-4 cavab dedi. Asıl. Sujetdir bu, ancaq sujet. 15 Cavid. Bakıxanovun Hikmətin Fəziləti əsəri Gəncəvinin Yaralı uşağın dastanı əsərlərlə bağlı yanlış. Hikmətin fəziləti nədir? Mənzum, hekayə. Mənzum hekayə. Bəli, 3 əsas sual verirdi. Hansıları idi? Ən xeyirli nədir? Ən Ən yaxşıdır, ən Ən lazımdır. yaxşı nədir? Ən lazımlı nədir? Yaralı bir uşağın dastanı nədir? O da mənzum hekayədir. İkisi də. Deyir, eyni ədəbi növdə yazılmışdır. Hər mənzum hekayətsə, hekayətsə nəticədə epikdir. Bu doğrudur. Qafiyə quruluşu hər ikisi məsnəvi şəklində qafiyələndiyi üçün doğrudur. A, B, B, C, C. Ağıl dərin düşüncənin insan həyatındakı rolu diqqətə çatdırılır. Bu düzgündür. Çünki Hikmətin fəzilətində əsas qoca ağıllı fikirlər dediyi üçün vəzir olur. Yaralı uşağın dastanında da yəni düşmən olan uşaq ağlını işlədir ki, əgər mən quyudakı uşağı xilas eləməsəm, hamı məndən biləcək. Yəni ağlını işlədir də. Sonra müəllifin təxəllüsü verilir. Burada ümumiyyətlə bu klassik üslubda yazılan nümunələrdə belə idi də. Müəllifin adı yazılmalı idi. Qüdsü deyir Hikmətin fəzilətində. Nizami də yadımdan çıxdı Nizami nə? Mütləq ki adını çəkir, ancaq beyt yadımdan çıxdı. Nə deyirdi orada? Özünə nəsə deyirdi. Fələyin işlədi. Görüm, ona bir dənə baxacağım. Mən elə burada bu D-ni götürmüşdüm müəllimə. Yo. Bu ümumiyyətlə klassik üsulda yazılan nümunələrdə müəllif adını verir də sonda. Yəni bu gedişat baxımından siz onu götürürsünüz. Nə edirik? Yaralı uşağın dastanına baxacaqsın. Baxıram. Deyir ki, Nizaminin işləri keçmişdir fələkləri, bəli. Fələyin az-çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçmişdir fələkləri. Bu Sultan Sancar Qərddə də yenə. Məsələn, çox danışdın, qalx yetər bu şairlik ilhamı, qana dönmüş qəlbinə, qan qoymuşdur Nizami. Yəni ümumiyyətlə uşaqlar məsnəvi şəklində klassik üslubda yazılan nümunələrdə qayda belədir də, müəllif orada özünün adını çəkir.
Aydındır? Məmmə Hikmətin fəzilətində də var o. Əgər məsum hekayətsə, əgər məsnəvi şəklində yazılıbsa, bəli, orada da mütləq ki var. Yaxşı. 16. 17. Hə, bunun cavabı nə olduğunda qaldı Y variantı. Müəllif tərəfindən müstəqil sujetə malik əsər kimi. Bu yaralı bir uşağın dastanı müstəqil sujetə malik əsər kimi qələmə alınmayıb axı. Nizaminin Sirlər Xəzinəsindən cavab edir. Verilən bir hekayədir. O, hekayənin özünün sujet xətti var, amma müstəqil əsər kimi deyil. Əsərin bir hissəsi, bir parçası. Aydındır, ona görə cavab B variantı. Mən başa düşdüm. 16. Müşfiqin həyat sevgisi nə vaxt yazır? 1935-ci ildə repressiyanı artıq duyurdu. Deyir ki, uyğunluğu müəyyən edilir. Lirik qəhrəmanın narahatlığı əks etdirilir. Lirik qəhrəmanın gələcək inamı, narahatlıq və inamı hiss olunur. İndi uyğunlaşdırmalıyıq. Sən aldın aşını yeni hisslərdən. Ey cavan qələmim, düşmə bəhərdən. Düşmə bəhərdən deyirsə, hara yazarsınız bu biri? Müəllimə, bu gələcəyə olan inamdır da, yəni düşmə. Bəli. Yəni bax məsələn təsəllidir də. Təsəlli olanda nə olur? Ümid işi, ümid ötürür. O baxımdan, yəni cavan qələmim düşmə bəhərdən. Yəni cavan qələmim ruhdan düşmə. Bunu götürək bura. Biri yazaq bura. Deyir, qarşımda dalğalı dərin bir ümman, ümmanı sarsıdır acı bir tufan. Burada Sarsıdır, narahatlıqdır. narahatdır. Bəli, bura yazdıq. Ah, mən gündən-günə gözəlləşən şıxlı dünyadan necə əl çəkim? Narahatam da, yəni necə əl çəkim, necə qoyum gedim bunu? Yazdıq bura. Dönmə bir şəbləmə yaz səhərində, könül günəş kimi parla yerində. Yəni ümid verir. Ay uşaqlar, bax, deyirik ki, ruhdan düşməyin, nə bilim, üzərinizdə çalışın. Yəni adi məişət zəminində bir çevirin bunu, məntiqlə əlaqələndirin, görəcəksiniz ki, əgər tövsiyə müsbət yöndədirsə, burada gələcək inam kontekstidir. Amma problem yönümündəsə təbii ki, narahatlıq. 2, 3, 1, 4. Buradadır. Sonra. 17. Şəhidlər poemasına verilən parça ilə bağlı doğru fikri müəyyən edin. Şəhidlər poeması və doğru hökm. Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar. Nəsiminin, Babəkin xeyir duasını aldı o gecə. Zamandan irəli sıçrayıb yəqin. Tarixdə tarix tək qaldı o gecə. Cinas qafiyədən yoxdur axı, istifadə edilməyib. Hanı cinas qafiyə? Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar. Müəllimə, mən buradan görə verdim o sualı. Burada deyəsən səhvlik var idi, ya da ki, mən səhv başa düşmüşəm. Çünki cavab başqa şey çıxır. Cavab Baxaq. B. Cinasdan istifadə edilməyib. Cavab B çıxıb. Baxaq Bəli. niyə? Bir dənə 2-3-ə baxın. Vətən uğruna canından keçənlər tarixdə qalmağa haqq qazandılar. Şəhid rütbəsinə qalxan cavanlar, tarixdə tarix tək qaldı gecə, sinəsi zülmə qalxan cavanlar, yəni ola bilər bu. Babəkin xeyir duası cavanların əməllərinin öz əksini tapdı. Nəsiminin Babəkin xeyir duasını aldı o gecə. Yəni bu da düşünə bilərik. Ümumiləşmiş fikirlərdir. Nəsimi də vətən uğruna şəhid olanlardan biri kimi, yəni 4 absurd fikirdir, silirik. Hər cür ölüm insanın şəhidlik zirvəsinə qaldırır. Yox, bu da absurd fikirdir. Cavab B qaldı. Hə, məsələ nədir? Burada 1, əslində belə olmalıdır. 1, 2, 3 olmalıdır burada. Variantı verməyiblər. Cinas qafiyədən istifadə edilməyib də. Hanı ki cinas qafiyə? O gecə. Xeyir duasını aldı o gecə. Tarixdə tarix tək qaldı o gecə. Yenə də o hansı gecə o gecə. Cavab 1, 2, 3 olmalıdır uşaqlar. Çıxdaş eləyəndə müvafiq olaraq B variantı qalır burada. Biz imtahanda belə test görərik, yox görmərik. Dim üçün yaxşı sual deyil belə ki, yəni doğru cavab kənarda qalsın. Amma belə sınaqlarda görə Müəllimə, bilirik. burada o gecə cinas qafiyədir. Yox. Niyə ki? Babəkin xeyir duasını aldı o gecə. Tarixdə tarix tək qaldı o gecə. Yəni burada Bilirsiniz zaten necə? doğruları istəyirdi də müəllimə. Yəni cinas qafiyə deyilsə biz bu variantda çıxmalıyıq da onsuz.
istifadə edilməyib deyir də. Biz də Bəli. deyirik ki, cinas qafiyə istifadə edilməyib. Sonra çıxdaş elə, amma yəni digər variantlar absurddur da. Siz onları çıxmaqla variant hazır alınır. Amma soruşmaqda bəli, düz eləyirsiniz. Sonra Mən 18 aya baxa bilərik. uşaqlar, bu da çox qəşəng sualdır. Crossword tipli verilənə əsasən cavab almaq. Epik növdə qələmə alıb. Bax, epikdə qələmə alıb deyirsə, Aldanmış Kəvakib povesti, Bomba hekayə, novella, İntiqam hekayə, açıq kitab, romandır. Hamısı epikdir. Düzdür? Deməli, birə görə heç nəyə çıxdaş eləyə bilmirəm. O biraz vəziyyəti gərginləşdirir. İndi bombada tənqid və gülüş aparır. Bədmin sonluq qutar o səhvdir. İntiqam hekayə həcmə gökçü ola bilər, amma ideyası 20 yanvar hadisə əks olunmayıb. Aldanmış şəv göstərmə yolu bu dramatik növə aiddir. Aldanmış epik növün göstəricisidir. B ilə D-ni 100% çıxa bilərik. Burada mən Oradan buradan getmə də, gözlə, tələsmə. Oradan buradan getmə. Sən oradan buradan gedəndə testi səhv yazan onun ardıcıllığını izləyə bilmir. Gedirik sırayla uşaqlar. Dediyin düzdür amma. Bomba, tənqid və gülüş aparıcıdır. Bombada bəli, tənqid də var, gülüş də var. Deməli, bu bombaya görə düzdür. Bizdə klasteri uyğunlar istəyir. Sonu oxucunun gözləmədiyi kimi bitir. Yəni, novelladır da. Əslində, bu da düzdür. İndi B-ni çıxdım, çünki Aldanmış Kəvakibdə əyani göstərmə olmaz. Əyani göstərmə dramaturji əsərə aiddir. B getdi. İntiqam həcminə görə kiçikdir. Bəli, kiçikdir. 20 yanvar hadisəsi deyil. İntiqamda Qarabağ müharibəsi dönəmidir. Ona görə səhvdir. Bu buna uyğun gəlmədiyi üçün səhvdir. Açıq kitab, satirik romandır. Bu düzdür. Amma bədvin deyil. Açıq kitab romanında Nikbi gəldiyi və qalib gəlirlər. Vahid. Ona görə səhvdir. Yaralı uşağın dastanı nəzmlə qələmə alınıb. Düzdür bu. Qafiyə sistemi düzdür də. A, B, A. Yox, düz deyil ki. A, B, B, C, məsnəvi şəklində daxil. Ona görə səhvdir. Cavab var A variantı. Aydındır? Bəli. 21 var. 19 müəllim. Mən belə görürəm ki, sizin probleminiz şeirlərdə nəzəriyyənin tətbiqidir. Bu sınaqda da o sual Bəli, tipləri müəllim. çoxdur, ona görə. Uşaqlar, qorxmayın bu suallardan. Nəzəriyyənin əksinə bunlar çox rahatdır. Bax, Aşıq Ələsgərin adını görən kimi, Yaylaq Aşıq Ələsgərdə 2 dənə şeiri var da. Təbiət 1, qoşmasıdır. 3, 4, 5, 6, 7, 8. Deməli, 8 hecadırsa, nədir bu? Bu gəraylıdır. Niyə? Həcər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu 11 hecadırsa, bu da qoşma. Ümumiyyətlə, biz onun yaradıcılığında da keçmişik ki, onun eyni adlı, yaylaq adında həm qoşma, həm gəraylısı var. İndi ikisini də verib. Janr tapdıqmı? Hələ variantda heç vaxt tələsməyin düşməyə, xüsusən belə şeirlərdə. Bütün biliklərini bura qeyd elə ki, sonra iş sənin üçün rahat getsin. Bəri, dəftəri, Ələsgəri, yaylaq. Demək, bunun üçü həm qafiyə, biri bayaqki kimi yazaq. Üçü həm qafiyə, biri sərbəst. Burada indi qoynunda yaylaq, ürək yaylaq. Burada görürsünüz necədir? A, B, C, B. Hansı bənddir? Bu ilk O bənd. birinci bənd. Bax, bu birinci bənddir. Bənd. Qoşmada birinci bənd verilib. Burada isə orta bənd verilib. Orta bənd verilib. Niyə? Axır deyə bilmir. Yazıq Aşıq Ələsgəri öldü. Yox, orta deyil. Çünki Aşıq Ələsgərin adı keçirsə burada, bu da son bənddir. Son bənd nətər adlanır? Möhür Möhür bənd. bənd adlanır. Möhür bənd. Yəni, mənim gördüklərimi qeyd edirəm, sonra düşürəm varianta. Biri yazıb möhür bənddir, möhür bəndi birinciyə yazıb. Dedi ki, möhür bənddir, yazmışıq. Deməli, bir doğrudur. Bir əşya, bu təsvir ifadə vasitələr tutam ki, biraz diqqət tələb elədiyi üçün lap onu saxlayıram. Bədii xitab işlənib, ən asan, rahat tapmaqda yaylaq, yaylaq. Bədii xitabdır, düzdür? Bu problem deyil bədii xitab olmağı. Ortaya verir. Deməli, dəqiqdir. 3-ü götürdüm. Bədii xitabdır. Üçü ortaya verməyib axı. Bəli, 3 ortaya verilməyib. Düz deyirsən. Ona görə səhvdir. Mən elə biləm ortaya verib, ona diqqət eləmədim. Deməli, 3 onda səhvdirsə silirəm, silirəm, silirəm. Biri götürmüşəmsə, aha, cavabım çıxdı. İndi o zaman cavabın təsdiqi üçün gedirəm. 2-də deyir ki, bir aşağıda əlamət başqa bir əşya üzərinə köçürülüb. 2-ni verib ortaya. Deyir ki, ikisində də metafor var.
Deyir ki, yazıq Ələsgəri öldür, günahkar ol, yaylaq. İnsan öldürüb günahkar ola bilər də, yaylaq nətər olsun? Bu olsun metafor. Könlüm qaranlıq quş tək uçub, burada tək qoşması olduğu üçün bu təşbihdir. Gəzir hər yamacı gəzir. Könlümün gəzməyi amma metafordur. Deməli, bu həqiqətən də düzdür. Götürürəm. 4-də. Məzmun formaca müxtəlif növləri olur. 4. Hə, düz deyir. Məzmun və formaca müxtəlif növü olur nəyin? Əgər ikinci nümunəmiz qoşmadsa, qoşmanın 4 növü var da. Gözəlləmələr, qıfılbənd, vücudnamə, ustadnamə. Aydındır uşaqlar, cavab olur E variantı. 1, 2, 4. Bəli, müəllimə. Qutardı. Yəni şeiri belə həcmi böyük testi görəndə qorxmayın. Əksinə, bu rahatdır bunların ötəsindən gəlmək. Sonra 21. oradadır hamı. Səs Bəli. gəlmir. Bəli. Tamam. Hə. Dörd 21. yandı. Bəli. Burada olun. Səməd Vurğunun Vaqif dramından verilən parçalara ardıcıllıqla yazın. Hansı ardıcıllıqla? 8-ci şəklin sujeti ilə. Bu biraz 8-ci şəkil demək əslində yaxşı deyil. Deməlidir ki, sujetə müvafiq ardıcıllıqla yazın. İmtahanda belə soruşa bilərlər. Əgər sən soruşdun bunu, Bəli. bütün sujet sualları səndə problemdir də. Bilirsən, yayda sənin bir nömrəli işin böyük əsərləri oturub sıfırdan oxumamış kimi xırdağı oxumaqdır. Çünki səndə sujet həmişə problemdir. İndi, burada nə deyir? Günəşi örtsə də qara buludlar, yenə günəş adlı qüdrəti var. Bu Qacarla Vaqifin değişmə hissəsindəndir. Yazdığı cavabdan bilmişəm onu. Dayan, sovuraram göyə tozunu. Bu Qacar əvvəldədir. Qacar eşidir. Daha doğrusu deyişirlər. Görür ki, boyun əymir razılaşmır ona. Daha əvvəldir. Xeyr, o Vaqifdir. Vəcdə gələrək, bəzən qamçılayırsan, vindadı gəlir, yalvarır onun üçün. Baş üstə yatmaram gecəni bir an, əsən küləkdən də gözlərəm onu. Qapıçı Zülfiqarın axırda Bu ən olacaq. sonda olacaq, müəllimə. Bəli, bu ən sonda olacaq. Məncə yazmış. 4-ü ən sona qoysaq, gəlin tez qısa konkret gedək, 4-ü sona atırıq. Burada bu 2-də 1-də olmalı. Çünki Qacar deyir, birinci yazdığı cavabdan bilmişəm onu, gətirin deyir onu mənim hüzuruma. 2 ilə başlayıb 4 ilə bitirsəm bu olacaq, amma yenə baxım. Sonra Vaqifin değişməsindən 3-də də Vidadi, heç nə C variantı. Həcər, 8-ci şəkli alıb, burada 2 dənə sujet sualı var. Onlara mütləq baxırsan. Yaxşı, müəllim. 22 Yəni, mən nə 44. qədər istəyirsiniz, mən bu sualları sizə izah edim. Mənim işim budur ki, sizə izah edim. Amma inanın ki, bu bitmir, uşaqlar, bitməyəcək. Bunun həlli səndədir. Bunu sən öyrənmək istəyirsənsə, gedib açıb bu problemin öhdəsindən oxuyaraq gəlməlisən. Əks təqdirdə yenə səhv yazacaqsan. Sonra 22. deyir ki, şəhidlər poeması ilə bağlı tamamla. Şəhidlər ölümləri ilə ölümü kamına çəkdilər. Klastir doğrudur. Bizə də doğrular lazımdır onda. Kütləni xalq edən müqaviliyə qanları ilə qol çəkdilər. Qol çəkməyiblər axı. Ölümləri ilə ölümün kamına çəkdilər. Kütləni xalq edən müqaviliyə qanları ilə qol çəkdilər deyir də. Yəni, Burada o nəzm Gürcistana fikrim hissəsində getdi. verilənlərlə getmək lazım deyə. Bəli. Bir anlıq fikrim o vərəqə imza atmaqda Gürcistana getdi. Onlar şəhidlər, yəni qanları ilə qol çəkdilər deyə bilərik. Deyir, əllərinə silah alaraq namərd düşmənə qarşı vuruşub qələbə qazan. Burada qələbə bilirsiniz nədir? Mənəvi qələbə. Yəni siz gəlirsiniz, ancaq biz yenə mübarizə aparırıq, vətən üçün ölürük. Canımızı belə ortaya qoyuruq, yəni biz mənən sizdən yüksəyik. O mənada qələbə düşünülə bilər. Köləliyi ürəklərində dəfn edərək yerində cəsarət mülkü tikdilər. Köləliyi sanki köləliyi dəfn edərək. Belə bir şey xatırlamıram axı. SSR adlı bir məmləkətin vətəndaşı olduğu xəcalət çəkdilər. SSR-in adı o cür keçmir də uşaqlar. SSR-in adı o cür açıq keçmir. Mən 3-ü götürüblər. Mən burada namərd düşmənə qarşı vurub qələbə qazandılar. Yəni qələbə yox idi. Əlinə silah alaraq namərd düşmənə qarşı qələbə qazandı.
Hə, yəni cavab seçəndə bir üç daha məntiqlidir, razıyam. Amma bu qələbə, yəni qazanmırlar da, şəhid olurlar, amma mənəvi qələbə baxımından düşündüm. Ürəklərində köləliyi dəfn edərək cəsarət mülkünü tikdilər. Çünki aslıydıq da biz. Onlar da vuruşdular, cəsarətləri ilə onlara qarşı qoydular. Bir üç daha məntiqlidir, bəli. Bunlar uşaqlar gedişatda nəticə çıxarılan suallardır. Sonra Gəlmə, ana ilə 25 maral, şirlə tülkü, onlar epik nümunələr ana maral yazılır. əfsanədir. Şir və tülkü nağıldır. Öbürləri siz sizə aydın. İndi bunları tədris eləmirik də, öyrənmirik. Niyə müəllim? Axı kitabda var. Yox, kitabda olan bəzi mövzular proqram xaricidir. Abituriyentlər üçün tədris olunmur. Hə, bəli. Ona uyğun 25. düzə bilərsən. 25'i Öz keçməmişəm. borcunu yerinə yetirmək baxımından məntiqi ardıcılığı tamam. Bu da Mən də proqram xaricidir, yazmamışdım. uşaqlar. Yazmayın bunu, hə. 27. Deyir əsərlərdən verilən məlumatları nəzərə alaraq uyğunluğu müəyyənləşdirin. İkiyə bölünmüş Azərbaycanı bütöv görmək istəyi, o taylı bu taylı Azərbaycanı görmək istəyi kimdə idi? Bu Bəxtiyarda demək olar. İstiqlal. Bir də Azaddaydı. Bəli, Azaddaydı. Birə yazaq bura. Bəli, bir də İstiqlaldaydı. O taylı bu taylı. Bəli, olar. Uzun illərin ayrılığından sonra doğma yerlərdə girirlərlə görüşdən doğan sevinç və fərəh hissinin doğma yerlərlə görüşün. Sən çıxdın qarşıma, duzla çörəklə, Təbrizim, Təbrizim, gözəl Təbrizim, sevinir də bu. Bəli. İkiyin yazaq bura. Cümhuriyyətin süqutundan doğan dərin kədər hissi, əsir Azərbaycanım, mənim bəxtsiz anam oy deyir. Bu Məmməd Araz dünya mənim, yəni tərənnüm əsasında yazılır. Heç bunu buradakilara aid etmək olmaz. Mən bir də 26-ya baxa bilərik.Əm, 26 mən izah eləyim. Zəhr hekayəsi ilə bağlı yanlış fikri göstərin. İzah elə. İzah Bunları izah elə. Aha. Həcər nə yazmışdın ümumiyyətlə? Əsərdə Mən buraya yazmışdım 1-5. tamam ayrı şey çıxır. Aha, O fikri Əsərdə Sovet dövründə görüləcək nəhəng işlərdən biri barədə söhbətlər bəli üçün meşə su altında qalacaqdı. Bir burada doğru bizə yanlış istəyir. İnsan xarakteri kin, küdurə, mənfi sifətlər pislər. Bu ümumiyyətlə Daşdəmir xarakterində doğrudur məsələdə. İnsana təbiətə və heyvan qarşı olan sevgisinin qabağa şəkildə bu ümumiyyətlə miqyasında gölgəyə olan sevgisini biz görmüşük. Bu da doğru fikirdir ümumiyyətlə. Bir-birinə qarşı rəğbət obrazdan dialoqu, təsirlə yadda qalanı. Ümumiyyətlə Mirqasımla Daşdəmir ümumiyyətlə Mirqasımı sevmir. Yəni bu yanlışdır. Əslində gözləmə sonluğuna bitdiyinə görə onun novella xeyr, bu novella janrında deyil. Çünki gözlənmə sonluğuna zad bitmir. Bu bomba hekayəsi Qurbanəli bəy deyir ki, novella olar ki, cavab 4-5-dir. Əlmə, bu da Sovet dövründə görüləcək işləndiyi nəhəng işlərdən söhbət açılır. Bu əsərin hansı hissəsində idi? Nişanın sualda qalma məsələsi də bildim. Çox sağ ol. Oğlu Raykom katibi idi. Raykom məsələn Sovet dövründədir də. 29. Sonra uşaqlar. Situasiyasına baxaq ədəbiyyatın. 28 düz yazmısınız. Mən 28-də epitet kimi incə mənanı götürmək olmaz. Mən təşbehlə inversiya yazmışam. Təkcə. Mən də inversiya yazmışam, amma epiteti demək olmaz incə məna. Hanı incə məna? Əskik yazanda balınız əskik olurdu və imtahandan neçədən tələb varsa onu yazmaq istənilir də sizdən. İncə mənaya bir baxın. Aşağıda. Gəl incə mənalı fikir eşitsən. İncə mənalı fikir ola bilər. Necə fikir? İncə mənalı fikir. Epitet bədii təyin. Gəl fikir eşitsən. Necə fikir? İncə mənalı fikir. İncə mənalı fikir. İncə mənalı fikir, incə. İncə nəsə bir, yəni fikrin necə incəsi ola bilər? Epitet olar burada. Mən epitet götürərəm. Düzdür, götür. Hansı janrdadır uşaqlar? 29-a nə yazdınız? Məsnəvi ikilik şəkildə olur.
Bəli, Məsnəvi əsas Məsnəvi şəkli xüsusiyyətləri. hekayə şartıdır bu. Gənclər Yox, nəsihət. Xaqani'nin gənclərə nəsihətidir. Odur, Müəllimə, bəli. ideyası da gəncləri tərbiyələndirməkdir. Müəllim, bir söz sizə. Bu gənclər nəsihət hansı janrdadır? Bilib. Janrı konkret deyil, məsnəvi şəklindədir deyirsiniz. Aha. Burada işlənmiş janrın xüsusiyyətləri, mətn hansı janrdadır? Məsnəvi şəklindədir deyirsiniz. Sonra da xüsusiyyətləri yazırsınız ki, məsələn, A, B, B kimi qafiyələnir. Bunu desəz kifayətdir. İdeyası bəs nədir? İdeya çox verib, Yəni, dəba dostluq verib, yəni vəfalı insanları verib. pis vərdişlərdən Bəli. uzaq etmək. Tək pis vərdiş Yox, deyil, bundan başqa. fitnəkarlıqdan uzaq olmaq məsələsi var. Dostluqda sadiq olmaq, vəfalı olmaq, pis insanlardan qorunmaq. Müəllimə, mən yazmışam ki, gəncləri tərbiyələndirmək məqsədi ilə yazılıbdır. Yəni ideya bu deyil, gəncləri tərbiyələndirmək. Elə ideya olmur. Elə ideya olmur. Amma İdeya, kitabda yazılır, gəncləri erkən yaşından tərbiyələndirmək, yazılıb axı RMdə ideya. sən necə deyirsən? Elə o RMdə yazılan kimi demək Axı istəyirdim. sən düzgün demirsən, axı sən qeyd olunan konkret hissəyə nəzərən hansı məqamlar qeyd edilirsə, onları vurğulamaq lazımdır. Yəni dostluqda vəfalı olmaq lazımdır. Bu vurğulanılır, ideya bu çatdırılır. Fitnəkarlıqdan uzaq olmaq lazımdır. Biri var yekun, bizdə var situasiya hissə, təqdim olunan hissə. Çalışın təqdim olunan hissəyə nəzərən. Necə yağış yağır, yay günü belə yağır. Hə, belə. Yəqin ki, yuxunuz da qaçar. Saat neçədir? 12-nin yarısı artıq. Mənim tam tərsinə yuxum gəlir. Bilirəm, səhərdən səsini eşidirəm. Yaxşı, uşaqlar, oldu yekunlaşdırırıq. Yoxsa başqa sualınız? Görüşərik, hələlik. Sağ olun. Sağ olun, Məhəmməd. Gecəniz xeyir. Sağ olun.